Okay, bu dediyim waterfall'da agile approachlarda management tərəfində də yəni bilməyinizə ehtiyac var. Çünki artıq bu biznes dəyişir və siz bunu bu yanaşma tərzini işinizə tətbiq etməyə bilməlisiniz. Bilməlisiniz ki, okay, mən birbaşa bütöv kod gətirməyəcəm, parça-parça gətirəcəm və parça-parça gətirəndə də hər dəfə yenə stakeholderlarla təzədən danışacaqsınız. Onlarla bazası yox, eyni nöqtədəsiz, ya yox, bəzən eyni nöqtədə olmayacaqsınız, amma okeydir. Çünki sadəcə bunu bir-iki həftə eləmisiniz. Sizə yön verəcək ki, mən belə bir şey istəmirdim. Hansı ki, burada günah sizdə olmaya da bilər. Adətən qarşı tərəf düzgün izah etməyə bilir və gözlədiyi şeylər fərqli ola bilər. Ona görə də qarşı tərəflə düz üstə düşməlisiniz, razılaşmalısınız. Bəzən dəqiq bir-iki dəfə üstündən getməlisiniz. Sonra isə yavaş-yavaş iterativ şəkildə nəsə düzəldirsiniz, gətirirsiniz, nəsə düzəldirsiniz, gətirirsiniz, belə davam edir. Yəni, bir də ki, deyim kimi, business expert. Bunları birləşdirib düzgün şəkildə nəsə əldə edə bilərsiniz. Sadəcə, əgər tövsiyə istəyirsinizsə, biznes tərəfindən necə etməlisiniz deyə, tövsiyə edərdim ki, adətən yeni başlayanlarda bu olur, özünü ağıllı göstərmək üçün, yəni daha doğrusu bilmədiyini gizlətmək üçünmü deyim, yoxsa belə qorxduğu üçünmü deyim, bəzən adamlar təzə başlayanda sual vermir. Deyir ki, okey, başa düşdüm, mən narahat olmayın, həll edərəm falan. O düzgün bir approach deyil. Hətta bizdə şirkəti bəyənmirlər kimsə elə deyəndə, böyük şirkətlərdə hamı bilir ki, okey, birbaşa başa düşdüm olmaz da, şübhəli baxırlar ki, bu necə başa düşdü və s. deyə. Ona görə də deyim ki, suallar, biznes başa düşməyi, agile approach hamısı vacibdir bunlar. Bu sualınızın cavabı oluyorsa? Oldu. Sadəcə o suallar necə vermək lazımdır, o biraz junior tərəfdən çətindir. Çünki tam işin mahiyyətini elə dərk eləmir. Ya, onun üçün biraz modellər üzərində işləyək. Modellər üzərində işləyəcək, müxtəlif modellər, layihələr üzərində işləyəcək, daha ətraflı danışacağıq. Məsəl üçün, keçən dəfə danışdığımızda hatırlayırsınızsa, məsəl üçün, bizə lazım bir model düzəltmək, evin qiymətini tapmalıdır, doğrudur. Hansı şeylərə baxmalıdır, hansı nə əldə etmək istəyirik, model nə qədər dəqiq olmalıdır, nə üçün istifadə olunacaq, hansı dəqiqlikdə olmalıdır, hansı əlimizdə datalar var, datanın keyfiyyəti nədir, data nə vaxtdan qalıb. Yəni, birinci məsələni başa düşməlisiniz, nə istədiyini başa düşməlisiniz, ona görə çox suallar verməlisiniz. Yəni, biraz daha dərin düşdükcə daha yaxşı suallar verə biləcəksiniz. Amma bunu məşq etmək lazım olan bir skilldir əslində. Aydın. Çox sağ ol. Buyurun, hoşdur. İndi bircə saniyə gözləyim, mən bir şey götürüb gəlirəm. Okey, yəni buradaymış. Deməli, indi gəlin hazırsa başlayaq. Bu gündən etibarən artıq biz başlayacağıq yavaş-yavaş modellərimizi düzəltməyə. Bu gün həm maraqlı mövzulara toxunacağam. Hələ ki riyaziyyat deyil, əsas end-to-end approach olacaq. Yaxşı, bu suallar haqqında keçən və danışdım, nə tipli suallar verə bilərik deyə. Bu gün biraz başlayacağıq datanı başa düşməyə başlayacağıq. Amma maşın learning tərəfindən. Amma başlayacaq, başa düşəndən sonrası onun üzərində model düzəldəcəyik. Oldu. Müxtəlif modellər yoxlayacağıq. Deyim ki, mən hələ ki modellərin riyaziyyatından düşmürəm. Hələ ki end-to-end approach edəcəyik. Hətta yəni belə deyim, bu end-to-end approach-u başa düşüb tətbiq edə bilsəz, traditional machine learning-də riyazi modellərin arasındakı məntiqi bilmədən bir çox suallar həll etmək olur. Amma yenə də riyazi hissəyə düşəcəyik. İndi hazırsınızsa gəlin başlayaq. Biz deməli, bir mövzunu bir dəfə də üstündən keçəcəm, bu metriklər. Ondan sonra başlaya bilərik. Keçən dəfə demişdim ki, buradakı hissəni yazın. Yaza bilmişdiniz. Sadəcə data. Demişdim ki, datanı götürün. Doğrudur, belə bir şey yazın. Bunu yazmışdınız deyə ümid edirəm. İndi başlamazdan istəyirəm ki, biraz metrikslər üzərində bir dəfə də gedək. Bir saniyə ekranı paylaşmıram. Okey, demişdim ki, bunu yazın. Bunu yazdınız. Yəni, GitHub-ma girin, datanı götürün. Yəni, belə xüsusi bir şey deməmişdim. Götürmüşüm. Tamam, sağ olasın. Bu arada zəhmət olmasa variable adını hamımız eyni qoyun ki, hər də fərqli bir şey yazılmasın. Housing full qoyun kifayət edər. İndi bizim edəcəyimiz hissə nədir? Bu gün modelimizi düzəldəcəyik, doğrudur. Bir neçə model düzəldəcəyik, datanı analiz edəcəyik, baxacağıq ki, hansı boşluqlar var deyə. Amma əvvəlcə biraz metrikslər üzərində getmək istəyirəm. Görək nələr edə bilər. Keçən dəfə biz 3 dənə metrikslə tanış olduq. Hansılar idi onlar? Regression metrik, absolute, yəni kvadratı olan, model olan. Doğru. Ona kvadratı olan, modulu olan deyə bilməliydi. Adları lazımdır bizə. Min squared root min square error, min square error və min absolute errorunu tanış olmuşduq. Doğrudur. İndi gəlin başlayaq. Bir dəfə də bunların üzərindən gedək. Deməli, bizdə var idi, root min square error var idi. Doğrudur.
Root mean square terrorun kısaca məntiqi nə idi? Y, yəni bizim prediction bu halda, yəni bu papaqla olan çıxılsın y və hər bir, yəni bizim prediction çıxılsın, yəni bizim modelin təxmini prediction dediyim odur. Çıxılsın əsl cavab 10 kvadratı toplayacağıq və birinci üçün, ikinci üçün, üçüncü üçün, dördüncü üçün, beşinci üçün və bu arada bunu hər birini n-ə bölmürük, ən sonda n-ə bölürük bu. Demək, hamısını toplayırıq, bölürük n-ə, sonra kök altına salırıq. Doğrudur. Onun üçün adı root, yəni root nədir? Kök, min ortalama, n-ə bölürük, squared kvadratı, error da səhv. Yəni adı oradan gəlir, bu qədər sayda. Nə demişdik? Bizə var idi root, burada da qeyd olunub. Bizə var idi root mean square error var idi və min absolute error var idi. Doğrudur. Deməli demişdik ki, adətən, sadəcə bir dəfə də bunun üstündən gedən istəyirəm ki, daha yaxşı başa düşə biləsiniz deyə. Bizdə adətən root mean square error daha çox istifadə oluna bilir. Bunun da əsas üstünlüyü hardaydı? Deməli, çünki bu kvadratikdir deyə adətən model böyük errorlara qarşı daha həssas olur. Əgər istəsəz ki, modeliniz böyük errorlar eləməsin, yəni daha böyük errorlara daha həssas olsun, o zaman bu metrikasını istifadə edəcək. Modelin performansına buna baxacaq. Hətta deyərdim ki, bu daha çox istifadə olunur, nəinki min absolute errordan. Oldu. Qısaca məntiqi belə idi. Min absolute errorun isə yaxşı tərəf hardadır? Biraz daha rahat başla düşüləndir. Çünki əsl cavab çıxılsın predicted cavab doğrudur, daha sadədir. Bir də ki, daha dözümlüdür. Daha dözümlü deyəndə nə demək istəyirəm? İndi gəlin bu da hissəyə düşək. Daha düzgün dediyim, bu da kvadratdır deyə. Əgər bizim datamızda çoxlu outlier'lar varsa, outlier da deməmişəm nədir? Outlier normadan kənara çıxan evlərdir. Yaxşı? Misal üçün belə fikirləşin. Biz indi bir model düzəldirik ki, evin qiymətini tapmağa çalışdıq. Məsələmiz buydu. Əgər misal üçün adətən hansı evlər baha olur? Böyük, çox otaqlı, təmirli və digər yaxşı yerdə yerləşən və s. Amma bəzən outlier'lar ola bilər, yəni normadan kənara çıxan data ola bilər. Outlier'larla işləmək barədə danışacağam, nələr edə bilərik deyə. Amma hələ ki, belə fikirləşin ki, normadan kənara çıxan datalar olur. Misal üçün, nə ola bilər outlier'lar bu halda? Deyək ki, bir dənə ev ola bilər, balacadır, otaqların sayı azdır, odur, budur falan filan. Amma kimsə öz evi dötürür, çox bahaya satır. Doğru, normadan kənara çıxan bir datadır. Ürək xəstəliyində ola bilər o outlier, misal üçün, hansı halda? Deyək ki, adam ürək xəstəliyinin nələ təsir verir? Yaşı çoxdur, ailəsində hamının ürək xəstəliyi var, çəkisi çoxdur, siqaret çəkir, araq içir və s. və s. Amma ürəyi sağlamdır. Doğrudur, outlierdir, o normaldan kənara çıxandır. Və bu da sizin modeli çaşdıra bilər. Və əgər outlierlər çoxdursa, model böyük səhv edəcək. Və böyük səhvin kvadratı çox daha böyük bir rəqəm olur. Ona görə də bu daha həssasdır outlierlara qarşı. Əgər yəni əlinizdəki datada çoxlu outlierlar varsa, bu çox da yaxşı bir metrik olmaya bilər. Bu daha yaxşıdır. Yaxşı. Amma çoxlu outlier yoxdursa və ümumi böyük errorlara qarşı daha çox diqqət vermək istəyirsə, bundan istifadə edəcəksiniz. Yox, böyük errorla balaca errorun sizə görə fərqi yoxdursa, yəni ikisi də eyni qədər ağırlıqdadırsa, doğrudur. O zaman da min absolute errordan istifadə edə bilərsiniz. Adətən praktikada bunu daha tez görəcəksiniz. Okay, ümid edirəm bu da şey aydındır. Və bu arada bu kim sual var deyəsin? Kvadrat kökaltı niyə olurdu orada? Evet, çünki fərqi nədir yəni? Çünki burada kvadratı görürdü, doğrudur. Yəni hamısının kvadratı birinci evdə nə qədər səhv elədik kvadratı, üstəlik hansı ikinci evdə nə qədər səhv elədik kvadratı və hamısını toplayandan sonra nə oldu? Ümumi etdiyimiz səhvin kvadratı olur. Bunu da başa düşmək çətindir. Yəni bunu mən matrix kimi istifadə edəcəm. Yəni stakeholderlara verəcəm, bunu baxan insanlara verəcəm ki, okay, biz bu qədərini səhv edirik. Bu da bizim etdiyimiz səhvin kvadratıdır deyə olduğundan böyük görsədir. Sadəcə hamısını hesablayıb bitirəndən sonra bir dəfə də ən sonda kökə salıram və nə olur? Artıq o qədər böyük görsənmir. Yəni sadəcə normallaşdırıram qısaca datanı. Birinci burada kvadratını yüksəldirəm ki, böyük errorlara qarşı həssas olsun. Sonra da kökə salıram ki, sadəcə izah oluna bilən bir vəziyyətdə olsun. Aydındır? Aydın. Bu arada bunu dediyim şeydir, yenə bizə var min square error nə idi? Sadəcə kökə salınmaya verirsiniz. Onu loss functionlarda daha tez istifadə edirlər. Çünki onu izah etmək daha çətindir. Loss functionlarda nədir deyəcəm, o riyaziyyat bölməsinə çatanda. Anyways, ümid edirəm bu da şey aydındır. Və bu arada sadəcə bunu deyim, əgər fərqinə vardırsa, əslində bu root mean square errordur, min absolute errordur. Bunlar nədir sadəcə? İki vektor arasındakı məsafəni ölçür. Onun üçün deyirəm, baxın bu linear algebra və s. dəhşət önəmlidir. Bu iki düstur da sadəcə nə edir? İki dənə vektor arasındakı məsafəni ölçür. Doğrudur. İki dənə vektor arasındakı məsafəni ölçür deyəndə nəyə deməyə çalışıram?
Deyək ki, gələk buradakı hissəyə. Bu kod deyəsəz izah etmək istəyirəm. Məndə bir dənə vektor var. Birinci ev üçün təxminim, ikinci ev üçün təxminim, üçüncü ev üçün təxminim misal üçün. Burada da əsl cavablar deyək ki, doğrudur. Və bunu buna çıxıram, kvadratını yüksəldirəm, toplayıram, bunu buna çıxıram, kvadratını yüksəldirəm, toplayıram və nə edirəm əslində? Əgər bu iki vektor arasında, yəni mənim predictionla əsl cavab arasında heç bir fərq olmasaydı, mənə 0 qaytaracaqdı. Yəni bu iki vektor düz üst-üstə düşür, doğrudur. Yəni root mean square orada, mean absolute orada sadəcə iki vektor arasında fərqi qaytarır. Amma biz tanış olmuşduq əslində bu raqda. Əvvəlcədən haqa keçmək qəribə gəlir, amma yəni iki dənə vektor arasındakı məsafəni necə baxmaq olur? Nə ilə tanış olmuşduq? İki dənə vektor arasındakı məsafəni ölçmək üçün iki dənə fərqli düsturla tanış olmuşduq. Hatırlayan var? Biri diaqonal. Dot product. Dot product. O da var. Əla. Cosine similarity. Necə? Bir də cosine ilə dot product ikisi bir dərəcə. Doğrudur, amma doğrudur. Adətən kozine istiqaməti göstərir. Dot product həm istiqaməti, həm də şeyi göstərir. Nə deyirlər ona? Magnitudu göstərir. Başqaları da məsafəni ölçmək üçün istifadə edirdik. Əsas məsafə. Euclidean'dan Manhattan. Tamamilə doğrudur. Tamamilə doğrudur. Deməli, Euclidean'dan Manhattan distancelar vardı. Amma bunun əvvəl dedikləriniz doğrudur, amma sadəcə başa düşməyə çalışın ki, bunun əvvəl dedikləriniz kozine istiqaməti ölçür, yaxşı? Məsafəni ölçmür. Yəni baxır ki, iki dənə vektor eyni istiqamətə baxır, yoxsa yox. Kozine budur. Dot product həm istiqaməti ölçür, həm magnitudu ölçür, yaxşı? Amma məsafə deyirəmsə, yaxşı, bu artıq fərqli şeydir. Yəni iki dənə nöqtə arasında nə qədər fərq olduğunu bilmək istəyirəmsə, məsafə olaraq. O zaman bu ikisi məsafə üçün ən yaxşı olduğunu deməzdim. Daha yaxşısı nədir? Manhattan distance var idi, bir də Euclidean distance var idi. Doğrudur. İndi hansı ki bu əslində bu Euclidean distance'ın normalize olmuş versiyasıdır. Bu da əslində Manhattan distance'ın normalize olmuş versiyasıdır. Hətta gəlin baxa bilərik. Euclidean sözünü heç vaxt yaza bilmədim. Gəlin burada. Okay, Euclidean distance'da nə edirdik sadəcə? Gəlirdik, buradakı nöqtə çıxılsın buradakı nöqtənin kvadratı, üstə gəlsin indi başqa bir nöqtə, indi burada yoxdur, buradakı nöqtə ilə buradakı nöqtənin çıxırdı kvadratı. Doğrudur fikir verirsiniz, bu də elə, deməli, root mean square orada sadəcə nə olub? Normalize olub. Normalize olma nə deməkdir? Sadəcə sayına bölünüb sonda. Belə oldu, sonda yoxşamır. Amma bölünsün. Okey, belə başqası da yoxdur. Tamam, eyb yox. Yəni sadəcə sonda, bir dəqiqə, ekran edişdi. Sonda sadəcə nə baş verib? N bölünüb. Fikir verirsiniz, eyni şey sadəcə sonda N-ə bölünüb. Yaxşı. Sadəcə bu biri linear algebradandır, biri geometridəndir. Yəni fərqli sahələrdəndir, amma məntiqləri eynidir qısaca. Yəni sadəcə götürüb Euclidean distance'ı normalize etsəz, yəni normallaşdırsaz, olacaq. Root mean square error, Manhattan distance'a hatırlayırsınızsa, Manhattan distance hansıydı? Gəlin ona da baxaq. Okay. Manhattan distance da buydu. Doğrudur. O da ki, okay. O da buydu. Əla. Bu nədir? Fikir verin. Mean absolute errordur. Sadəcə normallaşdırılıb da. Yəni eyni mənim prediction'ım çıxılsın əsl cavab. Doğrudur. Yəni bu formatda işləyir. Və beləcə sadəcə normallaşdırılmış versiyasıdır. Bu qədər saydı. Aydın oldu buradakı məntiq. Hətta belə bir sual vermək olar ki, misal üçün, məncə başa düşdünüz də, adı nədir? Nə üçün Y çıxılsın, mənim əsl cavab çıxılsın mənim prediction. Bunu məncə başa düşdünüz deyə düşünürəm. Çünki nə qədər səhv olduğunu bilmək istəyirdi. Mənim modelim təxmin edir ki, evin qiyməti 100 mindir, amma əsl cavabı 80 min imiş. Doğrudur. Kvadratın yüksəltdik ki, nəyə görə? Böyük səhvlər daha da böyük görsənsin. Doğrudur. Model daha həssas olsun böyük səhvlərə qarşı. Çünki böyük səhvlər etməyini istəmirəm, misal üçün mən. Ondan sonra isə növbəti hissə hardadır? Hamısını toplayıram. Doğrudur. Sadəcə burada belə sonda n-ə bölürəm. Nəyə görə n-ə bölürəm? Sayına bölürəm ki, ortalama olaraq nə qədər səhv etmişəm, onu bilim. Çünki bu n olmasaydı nə olardı? Evlərin sayı artdıqca nə olacaqdı? Buradakı böyüyəcəkdi. Nəticə böyüyəcəkdi. Doğrudur. Çünki bir dənə evdən təbii ki, daha səhv edərəm. Nəinki 10 dənə evin cəmindən etdiyim səhvin miqdarı da 10 dənə təxmin üzərində etdiyim səhv miqdarı. Böl n, bu halda evlərin sayı mənə nəyə qaytaracaq? Ortalama olaraq etdiyim səhvləri hər ev üçün ortalama miqdarı mənə qaytaracaq. Bu da dediyim kimi, Euclidean distance-ı normallaşdırsaz, yəni
sayına bölsəz, Manhattanın sayına bölsəz şeyi qaytarır sizə. Euclidean distance L2 normda deyirlər. Manhattan distance isə L1 normda deyirlər. Bu da digər adlarıdır. Bu arada şeydir. Bu nə qədər bu L-in qiyməti qalxsa, model o qədər böyük səhvlərə qarşı o qədər həssas, kiçik səhvlərə qarşı o qədər daha həssas olur. Bunu belə heç kim sizdən soruşmayacaq, belə not olaraq deyirəm. Məsəl üçün L3 nədir? Eyni şeydir. L3 norm. Sadəcə kubu. L4 nədir? Üstü 4-ü və s. bu formatda gedir. Amma həmişə L1, həmişə L1 və L2-dən istifadə edəcəksiniz. Elə belə istədiyim statistikada bir yer istisna olmaqla ora çatını danışacağım, orada var. Amma belə həmişə L1 və L2-dən istifadə edirsiniz yəni bu formatda. Başa düşəsiniz deyə. Okay, ümid edirəm bu da ki sizə aydın oldu. Dediyim kimi, önəmlidir sizə başa düşmək bu metriksləri. Yaxşı, ümid edirəm aydın oldu. Və bayaqlarda çalışın ki o şeyləri başa düşün. Distance-la istiqamətin fərqini önəmlidir. Okay, indi bu da ki sizə aydındırsa, yavaş-yavaş öz kodumuzu yazmağa başlaya bilərik. Edəcəyimiz isə nədir? Biz model düzəltməyə çalışacağıq ki, bizə nə etsin? Evlərin qiymətini tapmağa çalışsın. Yaxşı. Bu da ki səni Okay. Gəlin indi kodumuza başladaq. Birlikdə yazmağa çalışaq ki, nələr edə bilərik deyə. Demişəm, buranı demişdim yazın. Datanı götürürsüz. Bu kitabxanalar. Bu oxu CSV-ni doğrudur. Housing full sadəcə variable adını eyni qoyun ki, məndən eyni şey yaza bilərsiniz. Ekranı 2 hissəyə bölünmə yazdıqca siz yazmağa davam edin. Əla, indi bu da ki hazırdırsa, gəlin başlayaq kodumuzu yazmağa, görək nələr edə bilərik. Birinci azca data ilə tanış olacağım. Bizdə var info var idi, doğrudur. Bu formatda. Deməli, info bizə nəyi qaytarırdı buradakı hissədə? Ad nədir? Sizə ümumi informasiya verir də. Sütunların da tipləri haqqında məlumat verir. Deyir ki, okay, çoxu floatdır. Burada da görə bilirik. Doğru, kəsrli rəqəmlərdir. Bir də ən axırıncısı obyektdir. Ocean proximity sütunu var əlimizdə. Okeana yaxınlıq deyə bir sütun var. Aydındır. Qiymətlərinə baxarıq ki, hansı qiymətləri var deyə. Deməli, ümumidə 20.640 dənə sətir var. Və baxıram ki, deməli heç bir sətirdə null qiymət yoxdur. Bir dənə total bedroomsda bəzi null qiymətlər var. Çünki burada deyir ki, okay, heç null qiymət yoxdur. Burada isə müəyyən qədər null qiymətlər var. Yəni null qiymətlə işləmə olacaq birazdan. Oldu. Çünki yadda saxlayın, riyazi modellərin bir çoxu null qiymətləri dəstəkləmir. O da hansı ki riyaziyyatın bir andan sonra aydın olacaq. Çünki danışacağam orada. Və başqa çox da önəmli bir səs yoxdur burada deyə düşünürəm deməli olduğum. Sonra şeyə baxa bilərik, describe-a baxa bilərik, doğrudur. Deməli, bunu etdikdən sonra burada mənə nəyə qaytarır bu? Sadəcə ümumi rəqəm sütunları haqqında məlumatları qaytarır. Longitude, latitude, bunlar şeydir də, koordinatları, necə tərcüməsini bilmirsinizsə. Evin koordinatları harada yerləşir deyə, Kaliforniyanın harasında yerləşir, belə deyək. Evlərin ortalama qiyməti, deyin kimi yaşı sonra və tapmağa çalışacağımız sütunda bu olacaq. Evlərin qiymətini tapmağa çalışacağıq. Deməli, minimum qiymət, standart deviation. Standart deviationu statistikada daha təxli göstərəcəm. Sadəcə standart deviation datanın nə qədər yayıldığını göstərir. Oldu. Hətta gəlin bir dənə tez göstərdim bunu. Standard deviation formula. Bir dənə website var idi. Deyəsən Mass Fun idi. Belə bir ad var idi. Mass is Fun. Burada gəlin bir üzərindən biraz keçək. Standard deviation istəyirəm ki, müəyyən səviyyədə başa düşəsiniz. Sadəcə standard deviation datanın mərkəzdə nə qədər yayıldığını göstərir. Oldu. Misal üçün deyək ki, bizdə müxtəlif itlər var, boyları var, doğrudur. Mənə lazımdır ki, okay, bu itlərin boyu ortalamadan nə qədər yayındır. Yaxşı, bunu tapmaq istəyirəm. Birinci, ortalamadan nə qədər yayındığını bilmək istəyirəmsə, təbii ki, birinci nəyə tapmağıma ehtiyac var? Ortalamaya tapmaya ehtiyacım var. Ortalama tapmaq istəyirsiniz, hamısını toplayırsınız, bölürsünüz sayına. Və ortalama 394 imiş. Yaxşı. Ondan sonra isə mənə lazımdır ortalamadan nə qədər yayıldığını bilmək istəyirəmsə, nə edəcəm? Hər birini çıxacam ortalamadan. Məsələn, birinci itin boyu 600 nədir? 600 mm, okey. 600 mm-dir, yəni 60 santimdir, doğrudur. Və ortalaması 394. Nə qədər uzaqda olduğunu necə bilə bilərəm? Çıxa bilərəm də məntiq şəkildə. 600 çıxılsın 394, 470 çıxılsın 394, 170 çıxılsın 394 və belə davam edir.
Hamısını sadəcə nə edirəm? Çıxarım. Hardasa çıxarım. Okay, burada çıxılıb. Misal üçün hamısı. Aydındır. Sadəcə çıxmaqla amma qalmaq çox yaxşı bir ideya deyil. Nəyə görə çıxmaqla qalmaq çox yaxşı bir ideya deyil? Hətta çox pis ideyadır. Çünki ortalamanı tapdığımıza görə, yəni 394 ortalamadır. Yəni itlərin bəzilərinin təqribi deyək, həmişə yox, amma deyək ki, təqribi bu halda deyək ki, yarısı ortalamadan böyük olsun, yarısı ortalamadan balaca olsun. Əgər mən ortalamanı tapsam, ondan sonra hər biri ortalama olaraq mərkəzdən nə qədər yayıldığını tapmağa çalışsam, bəziləri hündürdür, bəziləri balacadır, toplasam 0 edir. Doğrudur. Onun üçün ya modulda tapmalıyam, ya kvadratda tapmalıyam. Çünki nədir? Kvadrat mənfi rəqəm kvadratı pozitiv rəqəm, pozitiv rəqəm kvadratı pozitiv rəqəm. Moduldan istifadə edə bilər, adətən moduldan istifadə edə bilmirlər, çünki modulun statistik analizlər aparmaq çətindir, kvadratdan yüksəldirlər. Və buna da variance deyirlər. Yaxşı, datanın nə qədər yayıldığını göstərir mərkəzdən. Yəni, bu neçə oldu? 600 çıxılsın 394, elədir 206, onun sonra kvadratı, sonra ikinci it üçün 76, sonra kvadratı və belə davam edir. Hesablayacaqsınız, görəcəksiniz ki, 21704, sadəcə bu nədir? Kvadratıdır. Sonda nə edirsiniz? Bu kvadrat salırsınız kökünə, bu da olur standard deviation. Yəni, ortalama olaraq hər bir itim, yəni ortalama olaraq bu yayılma, datanın ortalama yayılma mərkəzdən 147 mm imiş. Deyim ki, düstur hələ kəzbirməyə ehtiyac yoxdur. Amma belə çətin də deyil məncə, məntiqini baş düşdüysə, hansı ki, baş düşməlidir deyə düşünürəm. Olduqca asan şəkildə yadda saxlamaq olur deyə inanıram əslində. Evet, bunda standard deviation deyilir. Sadəcə istədim ki, indidən biraz danışım, sonra statistikada biraz daha dərnə düşəcək buradakı bölmə barədə. İndi biz burada nəyə görə bilirik? Standard deviation-ı görə bilirik. Yəni, datanın nə qədər yayılmağı var. Yaxşı. Bu, ümumiyyətlə, müəyyən qədər məlumatınız olmağı yaxşıdır. Çünki siz zaten görmək istəyirsiniz ki, okey. Məsəl üçün, standard deviation 0 olmağı o deməkdir ki, bütün sütunlarda sadəcə eyni qiymət var. Aydın, çox olmağı, az olmağı bundan hamısı fərq edən amillərdir. Xüsusilə statistik testlər aparanda və s. bunu daha çox görəcəyik. Anyways, bu 25 percentile, 50 percentile, 75 percentile, bu sadəcə demək ki, datanın 25%-i bundan azdır. Yəni, bu sütunda, longitude sütununda dataların 25%-i bu rəqəmdən balacadır. Yəni, bu minimum qiymətdir, bu maksimum qiymətdir. Yəni, mənfi rəqəm üzərində yox, mənfi qiymət üçün tərsən çevrilir, müsbət rəqəm üzərində baxaq. Deməli, dataların bu 25% percentile, yəni əlimizdə 1000 dənə sütun varsa, 250-si bu rəqəmdən balacadır. Yaxşı, belə fikirləşin. Deməli, 1000 dənə sütun varsa, 50% percentile bu rəqəmin 50%-i balacadır və s. Ümumi datanı baxmaq istəyirsiniz. Ümumiyyətlə, bu nəyə görə yaxşı bir şeydir? Biraz ideyanız olsun deyə deyirəm. Deyək ki, əlinizdə belə bir data var, doğrudur. Bu nədir? Bu açıq şəkildə outlierdir. Normadan kənara çıxan datadır. Doğrudur. Siz percentile ilə baxarsınız, deyirsiniz ki, okey, datanın 99%-i bu rəqəmdən balacadır. Doğrudur. Yəni, götürüb silə bilərsiniz outlierləri bu şəkildə. Bunu sonradan daha təxli danışacağım, amma yenə biraz ideyanız olsun deyə üzdən biraz deyirəm. Dərnə düşəcəyəm süpədir. Fikir verirsiniz, deməli şeylər çoxdur, onun üçün sadədən mərkəbə doğru yavaş-yavaş gedəcəyik. Deməli, anyways, buradakı hissəyə baxdıq, doğrudur. Ondan sonra başqa nə etmək istəyirəm? Azca vizuallaşdırma etmək istəyirəm və baxaq data distribution-a. Belə baxdıq biraz, amma gəlin vizuallaşdıraq data distribution-a. Sütun adını housing full. Okay, histogram istəyirəm. Bins bərabərdir 50. Fix size bərabərdir 20.15. Okay, histogram data distribution-a baxmaq istədiksə, itemlərdən istifadə edirdik, histogramdan istifadə edirdik. Özü onsuz şey edəcək, adı nədir? Bu sütunu götürməyəcək teksti, avtomatik olaraq öz yer rəqəmləri götürür. Və okey, məndə ekran biraz böyüm oldu. Hə, okey, belə okeydir. Deməli, bu formatda distribution-a baxa bilirik. Yaxşı, datanın necə yayıldığına baxa bilirik. Görürük burada nələr baş verib deyə. Deməli, data bu formatda yayılıb. Bununla da müəyyən səviyyədə tanış olduq. İndi, misal üçün, mən buraya baxan kimi datada qəribəliklər görə bilirəm. İndi dedim ki, biz hardan başlamışıq? Traditional machine learning-dən başlamışıq, sonra deep learning hissəsinə gedəcəyik. Və bundan əvvəl də dediyim kimi, traditional machine learning-də adətən data dəhşət önemli. Yəni, riyazi modellər onsuz hazırdır. Keçən dəfə 2 dənə modeldən istifadə edirdim, 2 dəqiqəmi vaxtım aldı və direkt bütün modellərə də eyni məntiqlə çağıra bilərdim.
Deep learning-də yenə deep learning-də data dəhşət vacibdir. Onun sözüm yoxdur. Bunların hamısı data özündə öyrənilən modellərdir. Amma orada riyazi modellər üzrə biz daha çox düşürsüz. Orada riyaziyyatın daha başlamaq lazımdır. Orada modellərin arxitekturasını bir növ sıfırdan düzəldirsiniz deyək. Amma traditionalda isə onsuz modellər istifadə etmək dəhşət sürətlidir. Bir çox halda modellərdə çox böyük bir şey eləmirsiniz. Adətən data üzərində çox oynayırsınız. Onun üçün datanı başa düşmək dəhşət önəmlidir. Məsələn, mən buradakı dataya baxanda nələr görə bilirəm? Məsəl üçün, burada qəribəlik var. Baxın kim görmək olur. Housing median age var. Fikir verirsiniz, data təqribən normal distribution'a bənzər şəkildə yayılıb. Doğrudur, tam olmasa da biraz. Anidən 50-yə çatanda fikir verirsiniz ki, buradan bir qalxma var. Təbii ki, bu normal bir şey deyil. Aydındır. Və sizin modeliniz buna öyrənə bilər. Belə bir şey istəmirsiniz. Bunu düzəltmək lazımdır. O da adətən nə etmək lazımdır? Sizə bu datanı verən şəxslərlə, komanda ilə, data injinerlərlə və s. danışmaq lazımdır ki, okey, mənim datamda nəsə belə bir şey var, bu nədir deyə belə sual vermək lazımdır. O da öyrənirsiniz ki, danışandan sonra sadəcə cap ediblər. Yəni deyiblər ki, data bundan böyük olmasın. Yəni 50-dən, bu bilmirəm, 50 deyil, 53 falan deyək. 53-dən böyük hamısını 53-ə kimi 50 deyək. 50-dən böyük hamısını 50-yə kimi yuvarlaqlaşdırıblar. Yaxşı, yəni buradan bu tərəf hansı evlər var, yuvarlaqlaşdırıb 50 ediblər və ona görə də nə olub? Belə böyük bir şey yaranıb. Yaxşı. İndi digərlərinə də baxaq. Hətta deyəcəm bu necə problem törədir. Misal üçün bu median house value-da da eyni şey var. Evlərin qiymətinə gəlib baxıram, hansı ki, bu arada distributionlara baxanda baxın görün məntiqlidir yoxsa deyil deyə. Misal üçün təbii ki, nisbətən ucuz evlərin çox olmağı daha məntiqlidir. Nəinki dəhşət baha evlərin, doğrudur. Misal üçün, dünyada milyard dollar evlər yoxdur, var. Amma nədir? Sayı çox daha azdır müqayisədə şeylə baxanda, adi evlərə baxanda, doğrudur. Və onun üçün bu tipdə bir distribution görmək istəyirsiniz. Yox, əgər bahalı evlər dəhşət çoxdur, amma ucuz evlər dəhşət azdırsa, xüsusi bir data deyilsə, yəni misal üçün varlı bir ərazi üçün işləmirsinizsə, sadəcə adi bir, misal üçün bu ev falan satılan bir veb-sayt var da Azərbaycanda, adı yadıma çıxdı. Yəni elə bir misal üçün şey üzərində işləyirsinizsə, bahalı evlər çox daha çoxdursa, o milyon dollarlıq evlər, nəsə bir problem var datada. Onun üçün baxın, başa düşün. Və belə bir şey görürük. Və yenə nə ediblər burada? Hansı ki, bu data deyil ki, məntiqlidir. Nisbətən ucuz evlər daha çoxdur. Doğrudur, sonra getdikcə azalır. Bu arada bana right skew deyirlər, belə sağa doğru əyilmiş data set, yəni bu formatda. Və hansı görür ki, çox əslində belədir. Right skew və belə davam edir. Və yenə burada 500 mindən çox deməli, evlərin qiymətini yuvarlaqlaşdırıb gətiriblər 500 mindən. İndi gəlin danışaq ki, bu problemdir yoxsa deyil deyə. Dəyişir. Bunu danışmaq lazımdır şeylə, bu layihə ilə maraqlı şəxslərin. Məsələn, sual verəcək ki, bu layihə şeydir, bu model istifadə olunacaqmı şeylərdə, bu baha evlərdə 500 mindən. Yəni, bu model bu məqsədlə istifadə edəcəksiniz, ya yox deyə. Aydın, bunu dəqiqləşdirmək lazımdır. Əgər istifadə etməyəcəklərsə, yox, ucuz evlər üçün istifadə edəcəklərsə bu modeli atın qırağa lazım deyil, misal üçün. Yox, istifadə edəcəklərsə, yenə də atın qırağa, yaxşı. Yəni, bu arada birincidə heç atmasaz da olar, yəni bu formatda qalar, yaxşı. Birincidə saxlayın, hətta daha doğrusu. Çünki onsuz da bundan baha evlərə baxmayacaqlar deyə lazım deyil. Yox, amma baxacaqlarsa, iki şey etmək lazımdır. Ya bu gedib bu datanı verən şəxslə danışmaq lazımdır ki, okey, mənə əsl qiymətləri verin, yaxşı. Ya alınmırsa da, ya data bizə gələndə birbaşa belə edirsə, nə ilənsə bağlı olaraq, bunu silmək lazımdır. Yaxşı. Nəyə görə silmək lazımdır? Çünki model riyazi modellər nə öyrənəcək? Öyrənə bilər ki, okey, ev nə qədər yaxşı olursa olsun, qiyməti hesab 500 mindən o tərəfə getmir. Çünki deyim ki, riyazi modellər nəyə əsasən öyrənir? Dataya əsasən öyrənir. Bunu öyrənə bilər modellər, öyrənəcəklər də. Və onları çaşdıracaq. Yəni, bunun burada olmamağı daha yaxşıdır. Nəinki olmağı. Biz bunu siləcəyik, ya əslini tapmağa çalışacağıq, ya da siləcəyik. Bu halda əslini tapa bilməyəcəyimizə görə siləcəyik bu da ki, datanı. Yaxşı. Bu da olur növbəti hissəsi. Başqa bir şey deyə bilir burada qeyd edəcəkdim, amma fikrim dağıldı. Deməli, evlərin qiyməti. Okey, deyəsən bu qədər idi. İndi, anyways, bu haqda biraz da danışacağım, amma bura qədər kiməsə bir sualı varmı? Kiməsə başa düşməli birisi oldu. Gözüm ağrıdı. Okey, deyəsən yoxdur. Əla. Fikir verirsiniz, mən bunun üçün deyirəm ki, hələ ki biz başlayırıq şeydən, bu data ilə işləməkdən biraz. Çünki, okey, modelləri yazmaqla kifayət deyil, data ilə müəyyən qədər tanış olmaq lazımdır, başa düşmək lazımdır.
Və yenə məsəl üçün bayaqlar o ekspert sualınız var idi. Ekspert mütləqdir bəzi sahələrdə. Məsəl üçün mən burada məntiq irəli sürə bilirəm, çünki o ev qiymətləri də çox çətin deyil hələ ki məntiq irəli sürmək. Amma misal üçün bilmirəm, deyək ki, neftlə bağlı bir şey olsaydı, içərisindəki kimyəvi maddələr olsaydı və s. başa düşməzdim. Okay, bəlkə məntiqli bir şeydir, yoxsa deyil deyə əvvəlcədən bu datanı tapıram. Ekspert şirkətin danışacaq ki, mənə ekspert lazımdır. Aydındır. Düzdür, bəzi şirkətlərin tələbi var ki, deyəcək ki, okay, neft sahəsini bilməlisən, o ayrı. Amma yoxdursa da, okay, bir dənə şirkətdən bir ekspert tapırsınız ya da şirkət daxilində yoxdursa, şirkət hardansa başqa bir dənə tapmalıdır. O adamla birlikdə işləməyə başlayırsınız. Kodu siz yaza bilərsiniz, amma onun tez-tez fikirlərini soruşursunuz. Okay, məndə data belə bir şey gəldi. Bu məntiqlidir yoxsa yox deyə. Bəzən fikirləşə bilər ki, GPT-yə atım, o kömək eləsin. Biraz ola bilər, hətta kömək ola bilərsiniz, amma əsas qərarı GPT ilə məsələ verə bilmərsiniz, çünki çox pis yoxlaya bilər GPT, dəhşət çox açır. Mən dəhşət çox inamım yoxdur GPT-yə qarşı. Yəni, bilmədiyim bir mövzudursa sadəcə GPT-dən soruşmağa, yəni ideyam olmayan bir mövzu ilə bağlı GPT-dən soruşmağı çox bəyənmirəm. Çünki həm şübhələrim olur adətən və o şübhələrim də adətən doğru olur yəni. Əla, deməli bu hissəsi də bu qədər oldu. Ondan sonra burada başqa, yəni bildik ki, okay, bu data ilə bağlı nəsə etməliyik. Bunu dəqiqləşdirdik. Buradakı data ilə bağlı nəsə etməliyik. Doğru, bunu dəqiqləşdirdik. Ondan sonra başqa hissələr var. Okay, görürük ki, write skew dataset. Doğru da gəlin bir göstərəm. Write skewed. Okay. Bu format, bu normal distribution'da doğru simetrikdir. Bir də write skewed var. Sağa doğru əyilmiş, left skewed var, sola doğru əyilmiş. Yaxşı. Fikir verirsinizsə, bizim əlimizdə datada belədir. İndi. Onsuz da normal, deməli, anyways, bu haqda danışaram. Bunu da bildirim başlayırız. Bunu da bağlayaq. Keçək bura. Okay, görürük ki, əlimizdəki dataların çox right skeweddir. Doğrudur. Qısaca məntiq belədir. Və əslində bunu da üzərində biraz işləmək istəyəcəyik əslində. Nəyə görə bunun üzərində biraz işləmək istəyəcəyik? Çünki modellər əslində bu formatda paylanmaqda daha çox əziyyət çəkir bunları öyrənməkdə. Nəinki bu normal distribution formatında datanı öyrənməkdə. O da əslində məntiqlidir bunu öyrənməkdə daha çətinlik çəkmələri. Çünki dataların böyük əksəriyyəti bir yerə yığılıb, yaxşı, və kiçik bir hissəsi də çox bu tərəfdədir. Və model bu zaman burada qərar verməkdə çətinlik çəkəcək. Xüsusilə model nə qədər sadədirsə, o qədər çox əziyyət çəkəcək. Kompleks modellər, məsələn, neural networklərdə və s. hansı ki, tanış olacaq, onlar öyrənə bilər. Amma adətən sadə modellər xüsusilə bu tipli şeyləri öyrənməkdə daha çox əziyyət çəkir. Məsələn, bu formatda bir distribution varsa, yaxşı. O da deyim kimi, nə görə? Məsələn, fikirləşin ki, hamısı sıfır ətraf. Bu yenə, məsələn, bir çox riyazi modelin arasındakı düstur budur, yaxşı. Daha dərin düşəcək, amma wx plus b, o xətti düsturumuz var. X bizim inputumuzdur, w ilə b parametrlərimizdir, yaxşı. Fikirləşin ki, x-də çox qiyməti sıfırdır, doğrudur. Məsəl üçün, burada böyük bir əksəriyyət sıfırdır, bəziləri isə 3000-ə doğru gedir. Burada model W üçün elə bir qiymət tapmalıdır ki, məntiqli olsun, amma çətindir. Fikir versiniz. Amma bir də var ki, belə səliqəli şəkildə yayılıb, model daha tez öyrənəcək, daha sürətli öyrənəcək və daha sonracaq model üçün öyrənmək. Onun üçün adətən əgər data bu formatda distribute olunubsa, bizə lazımdır onu normal distribution formatı çevirmək. O da sual verə bilərsiniz ki, necə çevirə bilərsiniz? Əslində çox sadə bir şeydir. Loqaritmasını taparsınız. Nəyə görə loqaritmasını tapmaq məntiqlidir? Çünki məsəl üçün loqaritma 2 üzərindən baxsaz, doğrudur. 100 neçə edirdi loqaritma 2 üzərindən? 7 falan edir, doğrudur. 1000 neçə edir? Bilmirəm. Deyək ki, 12, 13 edir və s. Doğrudur. Fikir verirsiniz, 107-yə düşdü, deyək ki, 1007-yə, 12-yə falan düşdü. Aydın loqaritmasını tapırsınız, ya da 2 üzərindən deyirəm. Və nə olacaq? Bütün rəqəmlər bir yerə sıxılacaq. Yəni, əgər bu ənzə bu formatda bir distribution varsa, onun loqaritmasını tapsaz, normal distribution çevriləcək. Hətta yoxlaya da bilər istəsəz. Edək loqaritma. Deməli, total bedrooms yazdım mənim üçün birbaş. Total bedrooms elədim. Okay, məsələn, total bedrooms ortadakı bayaqlar baxdığım elə. Fix əzəsində ehtiyac yoxdur. Gəlin, əldə edək. Okay, fikir verin. Nə baş verdi? Bu formatdan keçsə bu formata. Aydın çünki deyim ki, loqaritmasını tapırsınız. Loqaritma neyini hamısını şeydir, bir növ bir yerə sıxır və model bunun üzərində xüsusilə sadə modellər bu tipli data üzərində daha rahat öyrənirlər. Yaxşı. Bununla bağlı kimsə sual yoxdur?
Bu datanın qiymətlərin dəyişmədə sadəcə çevirirdiniz, demə. Yəni burada bias falan yaranmır. Yaxşı sualdır. Əla. Əslində dəyişdirir. Elə şeydir. Bu əslində problem törədə bilər. Hansı halda problem törədə bilər? Əgər siz biz bu datanı nə edirik? Modeli öyrətmək üçün. Keçən fit yazmışdıq, onun üçün hazırlayırıq. Doğrudur. Əgər mən datanı bu formatdan bu formata çevirsəm və bunun üzərində öyrətsəm, model əlaqəni tutacaq. Çünki bu problem törətmir. Necə problem törətmir? Çünki rəqəmlər eyni dərəcədə dəyişdi. Doğrudur. O rəqəmlər arasındakı əlaqəni hələ də qoruyur. Yaxşı. Onun üçün bu tərəfdən problemli bir şey deyil. Yəni model bunun üzərində öyrədə bilərəm və öyrənəcəkdir. Bu əladır. Amma ki iş zamanı, yəni misal üçün mən bu modeli deyək ki, sadə şeydə veb saytı yüklətdim ki, insanlar öz evlərinin qiymətini tapsın deyək ki. Doğrudur. Nə olacaq? Onlar yataq otaqlarının loqaritmaya salıb göndərməyəcəklər də. Onun üçün mənə nə etmək lazım olacaq? O gələn datanı loqaritmadan keçirmək. Yəni bir dənə pipeline, keçən danışdım, pipeline kimi bir şeydən keçiriləcək. Doğrudur. O həmin datada, misal üçün gələn yataq otaqlarının sayı da loqaritm olacaq. Ondan sonra modelə gedəcək. Ondan sonra model təxmini qaytaracaq. Bu zaman okeydir. Amma yox, siz training datasının loqaritmasını tapdınız, gələn datanın loqaritmasını tapmadınız, bu çox pis bir şeydir. Modelinizin performansı bərbad olacaq. Yəni bunu mütləq, yəni belə fikirləşin. Modeli öyrədərkən data üzərində hansı bir əməliyyat etmisinizsə, eyni əməliyyatı mütləq gələn data üzərində təkrarlamalısınız. Yəni iş zamanı gələcək data üzərində təkrarlamalısınız. Bunu etdiyiniz müddətcə okeydir. Aydın oldu? Aydındır? Bəli. Okay, ümid edirəm bu da ki, sizə aydındır. Kimisə bir sual yoxdur burayla bağlı. Bir də sual verə bilərsiniz ki, okay, right skew'da şey elədiniz, loqaritmasını tapdınız. Left skew'd olsaydı, bayaqlar göstərəm, tərsinəsi olsaydı nə edərdiniz? O da sadəcə right-ı left-ə çevirərdiniz. O da necə edərsiniz? Məsələn, belə olsaydı, bu tərəfdən yaradasaydı, hər birindən maksimum qiyməti çıxardınız, hər bir nöqtədən. Hər bir qiymətdə maksimum nöqtədən çıxsınız, nə olacaq? Tərsinə çevirəcək. Sonra loqaritmasını tapardınız. Və bu da yenə işləyəcək sizin üçün. Fikir verdiyiniz kimi, yəni bu formatda data üzərində əməliyyatlar etmək dəhşət önəmlidir. Hətta bu tipdə əlaqələri çox kompleks modellər öyrənə bilsə də, neural networklar və s. Doğrudur. Onların işini belə sürətləndirmiş olursunuz. Onlar üçün də daha asan olur öyrənmək. Yaxşı. Yəni bu tipdə transformationlar və s. önəmlidir əslində data üzərində. Ondan sonra görə başqa nə də fikir verirsiniz, sadəcə bir dənə vizualda, amma nə qədər nəticə çıxdı bunun üzərindən və nə qədər danışmalı nöqtələr var. Hətta misal üçün burada longitude və latitude baxanda bəzi nöqtələr daha çox yığılıb. Yəni təqrib etmək olar ki, bəzi evlər eyni yerə çox sıxışıb, yəni eyni nöqtədə çox ev var. Hansı ki, buna da vizuallaşdırıb baxmaq lazımdır, baxacağıq da. Belə bir nöqtəsi də var. Ondan sonra başqa nə var baxmaq istədiyim burada? Median income sütunu var idi. Median income, yəni bu sütunların hamısının loqaritmasını tapmaq lazım olacaq. Bunun da elə. Ondan sonra median income var. Median income isə nədir? Yəqin ki 2 manat falan deyil. Bu da nədir? Yenə yuvarlaqlaşdırıblar. Deyəsən bu 20.000-i 2 ediblər. 40 illik maaşlardır. 40.000-i 4 ediblər və s. Bu da hansı ki problem deyil. Riyazi model öyrənəcək. Yaxşı. Belə dəyişdirməyə ehtiyac yoxdur. Amma yenə də ideyanız olmalıdır ki, nələr baş verir deyə data üzərində. Yəni bilin ki, okey, nə baş verir, anlayasınız səbəbini. Okey, ümid edirəm bu da ki, isə aydındır. Burayla bağlı çox da başqa bir şey danışmama ehtiyac yox deyə düşünürəm. Növbəti isə, və bu arada bunu tapan kimi eləmirəm hələ. Yəni bunu tapdım, data üzərində birbaşa dəyişik eləmirəm. Birinci adətən data hansı bir layihəyə başlayanda nələr edirsiniz? Yəni bu haqda danışım. O data toplama funksiyası keçdi, onu bildik. Yəni o biraz baş ağrısı, çox vaxt aparır, şirkətin hazır datası da ola bilər və s. Sonra başlayırsınız datanızı analiz etməyə, yaxşı baxırsınız, baş düşməyə çalışırsınız. Buna da ADA deyirlər də, bu formatda yazılır. Exploratory yaza bilsəm. Yox, sorry. Mən okay, data analysis, ama exploratory həmin deyiləm, belə yazılır. Yox, ama deyirəm, mən əslən başlayırsınız. Biraz da bir abr olmamış, tamam edək. Deməli, başqa hansı hissəni qeyd edəcəyim. Yəni qısaca dataya tanış olursunuz, yaxşı. Baxırsınız nələr var deyə başa düşməyə çalışırsınız. Məntiqlidir, məntiqsizdir və s. Ondan sonra da bu tapdıqlarınızı yavaş-yavaş data implementasiyaya edirsiniz. Qısaca məntiqi belədir. İndi növbəti isə hardadır? Mən biraz da bu kifayət deyil, datanı biraz da analiz edəcəyik. Çünki baxın, bu fikir verdiyim hər bir qərar, yəni tapdığım hər bir şey modelə necə yanaşacağımı dəyişdi. Burada datada bu dəyişikliyi etməli olduğumu, burada data üzərində dəyişiklik etməli olduğumu, hansı problemlər olduğunu, hətta
bəzən hansı tipdə bir model istifadə edəcəyimi və s. hamısını başa düşməklə mənə kömək edir. Ondan sonra növbəti hardadır? Mən biraz da analiz etməzdən əvvəl əslində datanı böləcəm. Train və testə böləcəm. Hansı ki, bunun səbəbini keçən dəfə demişdik. Doğrudur. Çünki modeli öyrətdiyiniz data üzərində test eləsəz nə baş verirdi? Model əzbərləyirdi və əmin ola bilmirdiniz ki, model yaxşıdır yoxsa deyil deyə. Sual verə bilərsiniz, yox idi. Gəlin birinci analiz edək, sonra bölərik. Adətən tövsiyə olunan budur ki, birinci bölün, sonra analiz etməyə başlayın. Çünki buna deyəsən şey deyirlər, data snuffing bias deyə bir şey var. Deyir ki, insan beyni olduqca yaxşıdır paternləri tapmaqda, əlaqələri tapmaqda. Və ona görə də bəzi biaslı qərarlar qəbul edə bilərsiniz. Düşünə bilərsiniz ki, bu model daha yaxşı olar, odur, budur və s. deyə. Belə bir şey baş verməsin. Ne deyirlər ki, adətən birinci başlayan kimi test datasını götürün. Yəni datanı 2 hissəyə bölün. Deyim ki, 3 hissəyə, amma hələ ki 2-dən danışıram. Testi atın qırağa, testə baxmayın. Training, analizinizdən ancaq train üzərində edin. Qısaca məntiq belədir. Oldu? İndi gəlin bunu edək. Train testə böləcəyik datamızı. Doğrudur. Train set test set. Hansı ki, bunun üçün kitabxana üçün ayrılma. From such learn nokta model selection import train test split. Doğrudur, bu funksiya. Keçən dəfə bunu yazmışdıq. Birbaşa mənim kimi yadınıza düşmürsə okeydir. Sadəcə yazdıqsa alacaqsınız. Train test split. Bura birbaşa x, y də göndərə bilərsiniz. Keçən dəfə dediyimiz kimi 2-dən variable, 1 variable da göndərə bilərsiniz. Bu zaman şey kimi bölmür. X train, x test, y train, y test kimi bölmür. Train və test setlər kimi böləcək. Yəni labelları ayrı kimi qaytarmayacaq. Housing full. Gəlin bunu yazaq. Random state. Bunu da bir tanış olmanızı istəyirəm. Və hazır. Gəlin baxaq. Train set. Hazır. İndi bunu yazın zəhmət olmasın. Çünki bu haqqda biraz danışacağım. Sonra biraz randomluq barədə danışacağım. İndi növbəti edəcəyimiz hissə hardadır? Əgər bula keçsən yazdırsa, bunu izah edin. Bunu bilirsiniz, 2 hissəyə böldük. Sadəcə bu səfər labelları ayırmadıq. Label hələ də buradadır. Onu biraz edəcəyik. Bunu nə üçün elədim? Çünki datanı analiz edəcəm, ancaq bunu analiz edəcəm. Yaxşı. Random state nədir? Hatırlayırsınız demişdim ki, train test datanı qarışdırır. Yaxşı, ondan sonra bölür. O da ki, hər dəfə mən koda başlarına fərqli cür qarışdırmasın və hamımızda eyni data gəlsin deyə. Baxsız görəcəksiniz ki, sizdə də birinci sətir 8158-dir. Yaxşı. Hamımızda eyni qarışdırsın deyə random state yazdım. Ümumiyyətlə bu random state'i şeydə NumPy-da var idi, hatırlayırsınız. NumPy random state var idi, hatırlayırsınızsa. Bunu adətən tez istifadə etməyi tövsiyə edirəm. Çünki maşın learning modelləridir. Məsələn, adətən nədir? Randomluq üzərində çox qurulub və siz hər dəfə koda başlarına fərqli nəticə əldə edərsiniz. Çünki nəyə görə? Məsəl üçün, data fərqli data gəldi bu səfər. Məsəl üçün, bayaqları 80% accuracy əldə etmişdiniz, indi 77%. İndi bilməyəcəksiniz ki, sizin bu model üzərində etdiyiniz dəyişiklik, məsəl üçün, modeldə nəyisə dəyişdiririz, görsəniz dəyişdirəcək deyə, bu performansı artırdı, yoxsa data dəyişdi deyə artırdı. Doğrudur, bu səbəb məntiqə ilə sürə bilməyəcəksiniz. Onun üçün nə etməyə ehtiyac var? Deməlisiz ki, mənə eyni datanı qaytar. Aydın, o da sadəcə random state formatında olacaq. Bir də şey ola bilər əslində, əgər bu məntiqini qorumur, əgər sizə dayanmadan yeni data gəlirsə və s. o zaman biraz ID-lərlə işləmək olar, o biraz uzun söhbət, ona hələ ki ehtiyac yoxdur. Amma bu formatda, yəni istəyirik ki, bizə eyni data gəlsin. İndi bunu bu formatda elədik və analizimizin hamısını training set üzərində edəcəyik. Yaxşı. Hətta burada bir hissədə deyim, bəzən bunu da biraz kiçik hissələrə bölürlər. Bəzən deyəndə hansı haldasa bunu, bir spesifik halda bunu da biraz kiçik hissəyə bölə bilərik. İndi əlimizdə bizim nə qədərsə data var. Bu halda 15480 sətir datamız var, 10 dənə sütunumuz var. Doğrudur. Və hazırda bu data üzərində analiz aparmaq çətin bir şey deyil. Çünki çox data çox görsənsə də, yəni kompüter üçün olursa sürət əldə edə bilərik. Amma fikirləşin ki, sizdə 100 milyonlarla sətir data var və mən analiz aparmaq istəyirəm bu formatdan, hansı ki, indi aparacağıq. Nə olacaq? Yavaş işləyəcək.
Doğrudur. Çünki nədənsə çox data var, hamısı üzərində hesablama eləməlidir, odur, budur və s. deyə. Onun üçün adətən exploratory dataset hazırlayırsınız. O da ki, sadədir. Misal üçün misal üçün deyək, 1000 sətr götür, misal üçün. 1000 azdır, ilk 10.000-ni götür və s. Misal üçün, milyonlarla sətriniz varsa, nəyə görə? Çünki sürətli şəkildə tez-tez analiz aparmaq istəyirsiniz də siz. Doğrudur. Və əlinizdə dəhşət çox data olduğu üçün bu yavaşdır. Kompüter çatmırsa, kiçik bir hissəsini götürün, analiz edin. Bunu sadə kimi görsənsə də nəyə görə deyirəm bunu? Çünki dəfələrlə görmüşəm. Tələbələrimdə də tez-tez görürdüm. Prompt çox böyük data vermişəm. Bütöv data üzərində analiz aparırlar və bir dənə sadə kod yazırlar, çox gec nəticə qaytarır. Nəyə görə? Sizə lazım deyil o bütöv data set üzərində eləmək. Kiçik bir hissəsi, çox kiçik bir hissəsi də yox. Mən bura 100 sətr götürsəm, təbii ki, nə olacaq? O kifayət qədər yaxşı yansılamayacaq o data setinə öyrətməyə çalışdığını. Amma elə bir hissə götürün ki, həm sürətlidir, həm də ki, datanı kifayət qədər yaxşı izah edir, aydındır. Artıq analiz edib qutarandan sonra, hər şey tapandan sonra qaydarsız bütöv data setə. Qısaca məntiqi belədir. Ümid edirəm, bu da ki, aydındır. Məntiqidir, amma çox insan nədənsə gözdən qaçırır, buna fikir verin. Hətta mən trening edəndə belə, yəni modeli öyrədəndə belə, adətən balaca datadan başlayıram. Görmüşəm, mən deep learning daha tez işləyirəm, o da var. Mənə maraqlı çox ki, məsələn, bir dənə kiçik bir hissəsini öyrənə biləcəyim model. Bəzən model o böyük modellərin öyrənməyi günlər apara bilər, saatlar apara bilər və s. Hansı ki, o da bahadır. Çünki mən o irtentlərini etməliyəm, GPU almalıyam və s. Birinci yoxlayım, görüm hər şey məntiqidir, kiçik bir data üzərində yoxlayım. Yəni, kiçik bir data üzərində işləmək olduqca məntiqli və düzgün yaxınlaşmalıdır. Hər şeydən əmin olduğunuz müddətə qədər. Oldu? İndi bunu elədik, doğrudur. Amma burada belə bir hissə var. Bu trend split hər də random şəkildə bölür datanı, yaxşı. Amma siz istəyirsiniz ki, adətən sizin datanız reprezentativ olsun. Yəni, bütöv o datanı əhatə eləsin istəyirsiniz. Burada nə deməyə çalışıram? Yəni, biraz data analitik nöqtədən baxaq. Çünki izah etmək daha saydadır. Amma eyni prinsip işləyəcək bu maşın öyrənmə modelində də. Misal üçün, deyək ki, siz analiz etmək istəyirsiniz. İnsanların nə bilim, bu yeni açılan mağazalarla bağlı fikir nədir? Deyək ki, o ev ətrafında yeni çoxlu mağazalar açılıb, ya da idmanzalar açılıb və s. deyə və 1000 nəfərdən sorğu edəcəksiniz. Şirkət büdcə ayrılıb, çox 1000 nəfəri sorğu edin. Yaxşı, belə bir şey. Və siz adətən o 1000 nəfərin nə etmək istəyirsiniz? O bütöv populationu, yəni o şəhərdə yaşayan, deyək ki, bütöv insanları ya da o ərazidə yaşayan bütöv insanları əhatə etmək istəyirsiniz. Doğrudur. Yəni, elə bir 1000 nəfər seçmək istəyirsiniz ki, o bütöv insanları reprezent eləsin. Doğrudur. Reprezent sözünün tərcüməsi etməyə çıxıb təmsil eləsin. Doğrudur. Qısaca məntiqi buydu. İndi yoruldum danışmadan. İndi ona görə də nə deməlisiniz? Düzgün data seçməlisiniz. Burada və bu arada o kiçik data setə, o bütöv data seti population deyirlər. Yəni insanlar olmasa belə population deyirlər. O bütöv data setin daha kiçik bir qisminə adətən sample deyirlər. Və statistikada baxdıqda ətrafına hər zaman bütöv data setin kiçik bir sub hissəsinə sample deyirlər, yaxşı. Və ona görə siz data set və bu eyni prinsip və yenə nəyə görə siz istəyirsiniz ki, o 1000 nəfər əhatə eləsin? Çünki bu 1000 nəfər təmsil edir o, misal üçün, ərazidə yaşayan 100 min insanı və bu 1000 nəfər düzgün şəkildə olan insanları yamsılamalıdır. Misal üçün deyək ki, US-də yaşayan insanların 51.6 ya da o ərazidə yaşayan insanların, US-də yaşayan insanların fərqi yoxdur indi bu. İnsanların 51.6% qadındır, yaxşı. O zaman siz nə istəyirsiniz? O yığdığınız 1000 insandan, doğrudur, 516 nəfərin təqribən ən azından bu ətrafda insanın qadın olmağını istəyirsiniz. Çünki nədir? Düzgün təmsil etsin. Qalanlar da kişi olsun. Yəni, qısaca məntiqiniz belədir. Burada da eyni şeydən söhbət edir. İndi mən burada random şəkildə böldüm deyə bu həmişə qorunmaya bilər. Bunu deyim, data ölçüsü kifayət qədər böyüksə bu randomluq önəmli deyil. Çünki statistikada içən qanun var, law of big numbers, böyük rəqəmlər qaydası və bir də ki, central limit teoremi var. Onlara yenə statistikada gedəcəm. Fikir verirsə deyim kimi, hər çox öyrənməli hissələr və çoxdur. Anyways. Deməli, nə danışacaqdım? Yəni, qısaca istəyirsiniz ki, o topladığınız sample, o bütöv populationu reprezent eləsin. Və əslində bu maşın öyrənməkdə eyni qaydadır. Çünki maşın öyrənməkdə edəcək, dataya baxacaq, ona sizdən öyrənəcək, ona sizdən nəticə çıxardacaq. O tapdığı paternləri də yeni gördüyü dataya eyni amillərə təsir edib nəticə çıxardacaq. Doğrudur. Qısaca məntiqi belədir.
İndi burada hansı hissə haqqında danışacağıq? Yəni, onun üçün də biz düzgün datanı bölünməyi əslində dəhşət önəmli hissədir burada. Data deyim ki, kifayət qədər böyüdüsə önəmli deyil. İstədiyiniz kimi bölün, məntiqli ol. Yəni istənilən qədər random şəkildə bölün, adətən düzgün nəticəni qaytaracaq. Amma datanın ölçüsü balacadırsa, adətən bu sizə doğru nəticəni qaytarmaya bilər. Yaxşı, qısaca məntiqi belədir. Yəni düzgün bölməyə bilər. Hətta bunu hesablaya da bilərik istəsəz. Hətta gəlin o bayaqki şey üzərində hesablayaq, o qadın kişi məsələsi üzərində hesablayaq. Görək ehtimal nədir ki, misal üçün mən ehtimal deyək ki, mən nə istəyirəm? 1000 nəfər var, doğrudur. Yəni bizdə deyək ki, sample size 1000 nəfərdir. Və mən istəyirəm ki, onların nə qədəri 51%, 51.6% qadın olsun, doğrudur. Deməli okey, bu qədər də qadın olsun istəyirəm. İndi mən təsadüfi seçsəm, yəni təsadüfi şəkildə 1000 nəfər yığsam, mən bilmək istəyirəm ki, ehtimal nədir ki, 54% qadın olacaq, yaxud da ki, 54% ya da ki, daha çoxu qadın olacaq. Benim işarələməliyim indi bunu, bilmirəm. Ya da ki, 48% və ya daha azı qadın olacaq. Yəni bu nədir? Fikirləşin ki, artıq deməli nədir? Datam kifayət qədər populationu yaxşı reprezent eləmir. Aydındır. Və bunun da bir ehtimalı var. Başa düşməyə çalışacağıq ehtimal nədir deyə. İndi qısaca ehtimal tapmağa çalışacağıq ki, okey, 54%-dən çoxu qadındır, 54% ya da ki, ondan çoxu qadındır, 48% ya da ki, ondan çoxu qadındır. Yaxşı, əhalinin, hətta belə deyək, belə bir şey deyim. Deyəcəyimizdə population size, ya da belə etməyim ehtiyac yoxdur sonra. Yəni belə fikirləşin, population'ın yaxşı 51.6% qadındır, amma təsadüfi 1000 nəfər seçsəm, o 1000 nəfər arasında ehtimal nədir ki, 54-ü, yəni 540-ı qadın olsun. Belə fikirləşin. Yaxşı, 540-ı və ya daha çoxu, ya da ki 480-ı və ya daha azı qadın olsun. Bunu tapmağa çalışacağam. Və bu olma nə deməkdir? Belə datan gəlmə deməkdir ki, artıq bu sample yaxşı reprezent edir o bütün populationu. Yaxşı. İndi bir sual verəcəm. Görək kim biləcək buradakı hissəni. Mənə lazımdır ki, ehtimalın deməli qadın gəlmə ehtimalı lazımdır. Doğrudur. Müəyyən bir təkrarlanmalar üzərinə. Bu qadın gəlmə məsələn success, gəlməmə failure kimi qəbul etsək, burada hansı distributiondan istifadə edərək sizə bunu hesablaya bilərik? Binomial yoxsa? Evet, doğrudur. Əlas, tamam, süper. Gözləmirdim heç kim cavab verə bilsin deyə. Okey, tamam, doğrudur. Binomial distributiondan istifadə edərək əslində biz bunu hesablaya bilərik istəsəz. Hansı ki, yəni hesablamağı yoxlayaq ki, yanacaq ya yox deyə. Və nəyə görə binomial? Çünki binomial istifadə etmək üçün əlimizdə bir kən qayda var idi. Fikir verirsiniz var, statistika bəlkə maraqsız göstərən bilər biz onu öyrənəndə, amma necə tətbiq etmək olur buradakı hissəyə və yenə oradan bunu başa düşməyimiz buna tətbiq etməyimizin səbəb olacaq. İndi biz riyazi modellərin məntiqi ilə tanış olanda okey, anyways, riyazi modellərin riyaziyyatı ilə tanış olanda nə baş verəcək? Daha yaxşı səbəb irəli sürə biləcəyik. Bu da yenə oradan gəlirdi. Və binomial distribution istifadə edə bilərik. Çünki binomial distribution məntiqi nə idi? Success failure var idi, doğrudur. Eyni dəfə təkrarlamaq var idi, doğrudur. Yəni bir neçə dəfə təkrarlamaq var idi. Və nəyəsə baş vermə ehtimalı həmişə eyni qalırdı, doğrudur. Gəlin bunu hesablayaq. Düsturu sıfır nəzmə ehtiyac yoxdur. Pythonda belə bir kitabxana var. SciPy kitabxanası var. Hansı ki şeydir? Scientific Python sözünün qısaldılışıdır. Orada stats import binomial sözünün qısaldılışı. Fikir verirsiniz, sadəcə buradan ötürüb hesablaya bilərəm. İndi probability too small yazacağım və edəcəyim hissə nədir? Sample size, ratio for male və 49% dediyimiz 49%-dirsə 490 çıxılsın 1, yəni 490-dan az gəlmə ehtimalı nədir? Və okey, bu da sadəcə edəcəm nədir? Binomial distribution nəyə göndərəcəm? Sample size. Çünki binomial distribution onsuz hansı qiymətləri qəbul edirdi, hatırlayırsınızsa. Deməli, ümumiyyətlə nə qədər dəfə təkrarlayacağıq? Doğrudur. Bu daha doğrusu sonra nə qədər data üzərində? Budur. Düzdür, bu qədər əlimizdə data var. Ehtimalı success rate-in ehtimalını qeyd edəcəyik bu halda. O da ki, qadın gəlmə ehtimalını qeyd edəcəyik. Və mənə nə lazımdır?
Bu halda 490 və ondan şey gəlmə ehtimalı, az gəlmə ehtimalı. Yəni bu nöqtə və bundan sonraki hamısı, bu hansı bizdə var idi, misal üçün var idi, PDF var idi, probability density function var idi, mass density function var idi, doğrudur. Bir də var idi CDF. CDF nəyin qısaldılışı idi? Cumulative density function. Tamam doğrudur, əlas. Cumulative density function var idi. Cumulative density function idi, bu nöqtədən sonraki hamısını cəmlə toplayırdıq, doğrudur. Mənə nə lazımdır? Çünki mənə lazımdır ki, 489 gəlmə ehtimalı maraqlıdır. Amma tərs 489 maraqlı deyil də 488, 487. Çünki qısaca məntiq nədir? 490 və ondan 490 özündə burada daxil deyil, amma yenə 490 və ondan az gəlmə ehtimalı olan bütün ehtimalları götürüb toplayacağam. Çünki nədir? 490 gəlmə ehtimalı misal üçün deyirəm. İndi özümə bir rəqəm atacağam. Deyək ki 2%-dir, misal üçün deyək. 489 gəlmə ehtimalı bilmirəm, indi özümə bir rəqəm atım deyim ki 1.998%-dir, misal üçün. Biraz çox böyük qiymətlər verdim əslində burada, amma demək asan olsun deyə. 487 gəlmə ehtimalı və s. və s. Qısaca mənim məntiq nədir? 490-dan balaca olan hamısı mənə maraqlıdırsa, mənə nə lazımdır? Onların hər birinin ayrı-ayrı gəlmə ehtimalı tapacağam, sonra toplayacağam. Hansı ki, bu nə idi? Cumulative density function'ın qısaca ifadəsi idi. Ümid edirəm, buradakı sayı nə oldu? İndi bir də ki, böyük gəlmə ehtimalını hesablayacağım. Neçədən demişdik? 540 demişdik də. Çünki şeydir, 54-dür, doğrudur. Okay, bu isə nəyə qaytaracaq mənə? Deməli, yenə sample size göndərirəm, ratio of mail göndərirəm və 540 ondan böyük gəlmə ehtimalı göndərirəm və beləcə əslində şeydir, cavabı əldə etmiş olacağam. Burada bu dəqiqə mənə ehtimalları qaytarır. Okay, bu qədərdir. Bu isə bu qədərdir. Sadəcə mənə nə lazımdır? Yəni qısaca nəyə tanımış oldum? 10%-dən bu 490-dan az, 540-dan çox gəlmə ehtimalı nə qədərdir? İkisi də baş verə bilər, doğrudur. Onda mənə nə lazımdır? İkisinin də cəmi lazımdır. İkisi eyni anda baş verə bilməyəcəyinə görə nə edirdik? Toplayırdıq. Ayda toplama. Demək gəlirəm bu da hissə və təqribi 10%. Yəni ki, əgər siz sadəcə sample size olaraq 1000 nəfər seçsəz, doğrudur. Və əslində population'ın qadın miqdarı bu qədərdirsə, siz o seçdiyiniz 1000 nəfərin 10% ehtimal var ki, təsadüf seçdiyiniz 1000 nəfərin adı nədir? Qadınların miqdarı 490-dan az, ya da ki 540-dan çox olacaq. Yaxşı, bu formatı hesablaya bilərsiniz. Fikir verdiniz, nədir? Sadəcə başa düşürsünüz deyə ehtimalı təqribi bir yanaşma ilə gələ bilirsiniz ki, okay, harada problem ola bilər deyə mənim seçdiyim 1000 nəfər bəlkə də çox da yaxşı reprezent eləmir, misal üçün. Və bu arada nə qədər çox toplasaz? Hansı ki, nə istəfədir? Burada rəqəmləri dəyişməliyim. Bir sıfır əvədir. Okay. Bu, belə bir rəqəm qaytarır. Hansı ki, bu böyük görsənsə də çox balaca bir rəqəmdir əslində. Sadəcə çıxasın 0,00 nəsə bir rəqəm olur. Yəni, bu formatda götürüb baxıb hesablaya bilərsiniz. Ehtiyacınız var, yoxdur. Sadəcə yəni bunu normalda yazmırsınız. Yəni işdə belə bir kod yazmırsınız. Adətən belə çox da ehtiyacım olmayıb indiyə kimi. Sadəcə yenə istəyirəm ki, məntiqin başa düşəsiniz. Yəni qısa demək çalışdığım sən nədir? Random sample eləsəz, bəzən diqqətli olmaq lazımdır ki, okay, datanın distribution'u yaxşı olub, yoxsa olmayıb deyə. Yəni data yaxşı bölünüb, yoxsa bölünməyib deyə. Burada da göstərirəm ki, data miqdarı azdırsa, problemli ola bilər. Yaxşı. Amma bu halda okeydir. Yəni böyük problemimiz yoxdur. İndi gəlin görək burada başqa nələrə baxa bilərik. Vaxtımız var, hələ var. Bu arada indi mən bütöv data düzənində hələ ki işləyəcəm, çünki kifayət qədər sürətli işləyir, çox şey deyil. Bəs indi sual verir bəs ki, bəs mən distribution'ı qorumaq istəsəm, misal üçün, o zaman nə edə bilərəm? Gəlin oradakı hissəyə baxaq. Misal üçün deyək ki, kimsə gəldi, data haqqında məlumatım var, ona görə deyə bilirəm. Birbaşa baxan kimi mən bunu deyə bilmərəm və kitabda da qeyd olunub. Yəni oradan. Bu arada deyim ki, kitab oxuyun, həqiqətən kitab çox əladır. Deməli, burada misal üçün kimsə qalib bizə deyir ki, ekspert bu halda, ekspertlə danışırıq, deyir ki, okey, evlərin qiymətinə çox təsir edir o evdə yaşayan insanların, o ərazidə yaşayan insanların ortalama qiyməti. Hansı ki, məntiqidir. Adətən yaxşı qazanan insanlar
bahalı evlərdə, ya da ki, bahalı evlər olan ərazidə yaşayacaq, doğrudur. Yəni bu çox böyük təsir edir. Və istəyirəm ki, mən nisbəti qorumaq istəyirəm. Yəni train datasına da eyni qədər kasıb, eyni qədər varlı belə deyək, test datasına da eyni qədər yox da, eyni nisbətdə insanlara göndərmək istəyirəm. Nisbəti qorumaq istəyirəm. Train datasında da, test datasında da eyni olsun. Belə bir şey etmək istəsəm necə edə bilərəm? Gəlin ona baxaq. Şimdi bunlar hamısı, bu seviyə deyim ki, bu sadəcə belə baş düşəsiz deyə yazdığım bir hissədir. Belə bir şey yazmazsa addən ehtiyac olmayacaq. Bəlkə şeydə ola bilər, biraz daha adıdır. Bu traditional banklarda əsər deməzdim, məncə eləmirlər bunu orada. Daha çox traditional saytlarında hansı bir məsələ üzərində işləyəndə datanız azdırsa məsələ baxa bilərsiniz, neysə hesablama çalışa bilərsiniz. İndi burada qeyd etmək istədiyim hissə hardadır? Misal üçün, deyim ki, kimsə bizə qayıdıb deyir ki, expert bahalı deyir ki, bu dəhşət önəmli bir üstünlük və mən də nisbəti qorumaq istəyirəm. Yaxşı, qısaca deməyə çalışacağım sizə, burada budur. İndi bir problem var ki, bu continuous qiymətlərdir. Bunları buna əsasən ayırmaq çətin olacaqkən bunu kateqoriyaya çevirək. Ondan sonra kateqoriyaya çevirdikdən sonra bölək. Görək o zaman nə edə bilərik deyə. Gəlirəm buradakı hissəyə görək necə edə bilərik deyə bunu. Bütöv dataset üzərində edəcəm bunu. Housing full income cat yazacaqkən income cat income idi. Dedim pd.cat deməli housing full. Ondan sonra isə burada qiymətləri açıq tamamlanan label var idi deyəsən, bir də parameters, integer, interval, right. Okay, tapdım. Aha, okay, categories var. Okay, belə bunu oxumu bəyənmirəm. Gözüm benim documentation normal baxaq. pd.cat pandas. Gəlirəm. Burada EA-dir görsədir əslində. Okay, beans və labels. Okay, buradan gəldi. Amma documentation gəlib baxa bilər deyə problem deyil. Beans və labels deyə iki şey var. Buradan istifadə edəcək. Yenə mən bu cat istifadə olunur. Cat bu qiymətləri categorical qiymətlərə çevirmək üçün istifadə edə bilərsiniz. Yaxşı. Burada da sadəcə istifadə edəcəm, çünki mən istəyəcəm ki, bu sütuna görə ayırım, yəni nisbətləri qorumaya çalışacağım, amma burada nisbətləri qorumaq çətindir. Birinci kateqoriyalara çevirəcəm. Kateqoriyalar şey kimi keçin. Yəni, az qazanan, orta qazanan, çox qazanan. Yəni, mən biraz daha çox böləcəm. Az, orta çox. Nəsə bu tipdə bir şey keçə bilərsiniz. Birinci, deməli, beans labels mı var idi, bilmirəm ki. Okay, indi burada kateqoriyaları bölmək lazımdır. Kateqoriyaların miqdarını düzgün seçmək lazımdır. Açsa mən əzbərdən hatırlamıram onu. Onun üçün bunun əvvəl qruplarda yazdığım qiymətləri götürəcəm. Deməli, burada. Gəlir buradakı hissəyə. Yenə, çünki mənə lazımdır kateqoriyalara bölmək, amma nisbətlə qorumaq istəyirəm. Onu təbii ki, əzbərdən bilməyəcəm. Gələk dataya baxım, hər qiymətdə nə qədər var, odur, budur, belə biraz baş ağrısıdır. Bu formatda sadəcə edəcəyim nədir? Deyim ki, categorical qiyməti çevirəcəm. Nə üzərində edəcəm? Housing full dataset üzərində edəcəm. Doğrudur. Əslində yox, bu dataset üzərində etməyəcəm. Hansısa sütun üzərində edəcəm. Baxın da başımda olur. Median house value sütun üzərində edəcəm. Yox, median house value sonra. Median income üzərində edəcəm. Deyim ki, okey. Bu sütun üzərində bir əməliyyat etmək istəyirəm. Yaxşı. Nəticəni də adı nədir? Buradakı yeni bir sütun yaradacam, ora qeyd edəcəm. Etmək istədiyim isə hardadır? Deyirəm ki, okey, gəliri 0 ilə 1.5 arasında olan insanları birinci kateqoriyaya əlavə elə, 1.5 ilə 3 arasında olanları ikinci kateqoriyaya əlavə elə, 3 ilə 4.5 arasında olanları bura, 4.5 6 bura və 6 numpy.infinity, yəni sonsuzluq kimi, yəni 6 və ondan çox olanlar hamısı 5-ci kateqoriyaya böldüyə. Yəni qısaca gəldim, əlimdə belə bir sütun var idi. Fikir verirsinizsə, və burada sadəcə nisbəti qorumaq deyən nə demək çalışdım? Məsələn, burada kifayət qədər data var, burada kifayət qədər data var. Sadəcə nə edim? 5-dən sonra hamısını yuvarlaqlaşdırdım, bir kateqoriyaya əlavə elədim bu formatda. Və gəlirəm bura, əslində hazır olmalıdır.
İndi bunu yazın zəhmət olmasa. Sonra bunu da vizuallaşdırın vaxtı kimi. Okay, Instagram. Gəldik bura. Məsəl üçün bu formatda kateqoriyalara bölə bildik. Baxın, istəmədim ki, heç bir kateqoriyada dəhşət çox digərlərindən az olsun. Nədir, məntiqlidir, insanların bir çoxu ortalamadadır, doğrudur. Az bir qismi daha çox qazanır, az bir qismi çox az qazanır. Bu formatda kateqoriyalara bölməyə çalışdım. İndi deyəcəyim sizə nədir? Əgər mən datanı train və testə bölürəmsə, istəyəcəm ki, train datasının əgər ölçüsü 80%-dirsə, bu birinci kateqoriyaya düşən insanların 80%-i trendə olsun, 20% testdə olsun. Burada yenə bunun 80%-i trendə olsun, 20% testdə və belə davam edəcəm. Yəni sadəcə nə etməyə çalışıram? Mənə bu XP qalib deyir ki, bu üstün önəmlidir. Mən də istəyirəm ki, çünki təsadüfi qarışdıranda, doğrudur, nə olacaq? Bayaqlar gördük ki, ehtimal var ki, çox da yaxşı olmayacaq. Məsəl üçün, ola bilər ki, trening datasına çoxlu, nisbətən daha çoxlu adam gəlsin, daha imkanlı adam gəlsin, amma az maaş alan insanlar çox gəlməsin. Doğrudur. Bu zaman nə baş verəcək? Model az gəlirli insanlar, yəni kim hansısa deyək ki, az gəlirli bir küçəni qeyd etdikdə və s. model yaxşı bir təxmin edə bilməyəcək, çünki elə bir data görməyib. Aydındır. Qısaca məntiqi belədir. Yəni o kateqoriyaya aid bir data görməyib. Mən istəyirəm ki, bu nisbəti qoruyum. Təbii ki, belə ehtimal yox dərəcəsindədir buradan heç bir data gəlməməyinin. Amma yenə nisbəti qorumağa çalışıram. Deyək ki, məqsədimiz budur. Bunun üçün də mənə lazım bu qədər. Buyurun. Deyin. Üzr train test eləyəndə bunu hər dəfə yoxlamaq lazımdır və bütün featureları sənə yoxlamaq lazımdır ki, o asılılıq qorunsun, yoxsa? Yox, bütün featureları sənə lazım deyil. Bir dediyim kimi, datanın ölçüsü kifayət qədər böyükdürsə, ehtiyac yoxdur. Və hansı ki, burada gördükdə, misal üçün, 1000 datadan oldu, 10.000 datadan oldu. 10.000 data olan kimi ehtimal çox aşağı düşdü. Doğrudur. Bu birinci hissəsidir. İkinci hissəsi, hər üstün üzərində də yox, ancaq çox vacib bir üstün var. Düşünün ki, bu üstün doğrudan çox təsir edir. Aydındır. Siz istəyirsiniz ki, bu reprezent olunsun, onun üzərində edirsiniz. Aydın oldu? Aydındır. Bir də o asılılığı da yəqin ki, statistika ilə müəyyən etməkdir. Hansı feature ən çox təsir göstərir. Onu bir analiz etməklə, hansı ki, biraz da baxacağıq nələr təsir edir deyə, bir özümüzün sahə haqqında biliyinə, özümüzün sahə haqqında biliyi yoxdursa, ekspertin tövsiyəsi ilə. Aydındır. Yəni özümüzdə baxacağıq, öz bilimizdən istifadə edəcəyik ya da ki, ekspertinə tövsiyə alacağıq. Bu halda deyək ki, mən ekspertlər deyib ki, bu önəmli bir üstundur, məsəl üçün. Aydın, çox sağ. Buyurun. Amma məsəl üçün datamız, əslində burada nə qədər data var? 15.000 dənə data var. Hətta bu təkcə traindir. Bütöv datasetdə baxmışdıq, nə qədər data var deyəsən, burada qeyd olunmuşdu. 20.000 data var. Yəni əslində 20.000 kifayət qədər yaxşıdır. Kifayət qədər yaxşıdır, əslində o dəyişir məsələyə görə. Belə demək birbaşa çətindir. Amma belə hər qrup onsuz random bölsəydimdə onsuz hər qrup reprezent olacaqdı. Yaxşı. Sadəcə bunu göstərirəm ki, bir ideyanız olsun. Necə yanaşmaq lazımdır məsələyə. Oldu. Bir də ki, məsəl üçün kifayət qədər data olmasaydı nə etmək olardı? Bir də ki, məhz çox qorumaq istəyirsiniz, çünki bu dəhşət önəmlidir. Okay, buna görə. Bu halda dəhşət böyük fərq etməyəcək, amma yenə də. Sadəcə bunları göstərirəm ki, ideyanız olsun. Okay, deməli, ümid edirəm bu da ki, aydındır və baxın buna görə deyirəm. Fikir verirsiniz, hələ bayaqdan başlamışıq, mən nə qədər şey danışmışam, amma hələ də modeli düzəltməyə, tanış deyim ki, bu bölmədə modelləri düzəldəcəyik. Modeli düzəltməyə başlamamışam, biraz yaxınlaşmamışam belə. Nəyə görə? Çünki mən bu data üzərində işləməliyəm, o datanı başa düşməliyəm, nələr baş verir deyə. Çünki mən modeli öyrədəndə mən modeli hansı data ilə öyrədəcəyimi fikir verməliyəm. Hansı problemlər çıxa bilər fikir verməliyəm. Datada hansı problemlər var ki, fikir verməliyəm. Bunlar hamısını öyrəndikdən sonra, onun üçün deyim ki, kurslarda aydın təhsili bəyənmirəm. İki şeyə görə. Bir, riyazi modelləri belə düzgün izahləmirlər. Arxasında nə baş verir göstərmirlər. İki, datanı belə düzgün şey eləmirlər. Sadəcə fit yazıb getməklə olmur buradakı işlər. Bunlar hamısı fikir verməli olduğunuz amillərdir. Bunu hər dərs etməyəcəyik, sadəcə bunu deyim. Çünki fikir verdiyiniz kimi çox vaxtımız alır. Hələ model düzəltməyə belə başlamadıq. Sadəcə belə indi göstərirəm, arada bir iki dəfə edəcəm. Amma çox vaxt sizə saxlayacağam ki, edəsiniz deyə. Çünki çox vaxt alır. İndidən ideyalarınız olsun ki, nələr baş verir deyə. Okay, indi bu da ki, sən yazdığımıza görə. Okay, indi kateqoriyalara böldük. Doğrudur. Bəs mən necə bu kateqoriyaları qoruyaraq şey edə bilərəm? Bölə bilərəm. Elə xüsusi bir kod da yaza bilərəm əslində. Belə ID
algoritmada deyərəm ki, okey, kod yazaram ki, 80% treynə etsin, 20% bura, 80 bura, 20 sıfıra bura. Amma bu kifayət qədər məşhurdur deyə random test splitlə də əslində etmək olur. Strat trains, okey, train set. Strat belə yazılırdı, ümid edirəm. Axır vaxtlar çoxdan da yazmış kimsə. Əslində işlər üçün belə yazılmalıdır. Split. This housing full. Demək stratify. Underscore birin çox yazırız. Housing full. Okey, çox sağ ol. Deməli, stratify nəyə görə stratify edəcəyik? Buradakı yeni yaratdığımız sütuna görə. Və test size da olsun. Bu arada yuxarıda deyəsən test size yazmamışdım. Yazmamışam. Amma burada default qiymət 25%-dir səhv etmirəm. Bilmirəm, gəlin baxaq ki, default qiymət nə qədərdir. 25%-dir səhv etmirəmsə. 33%-dir. Tamam, 33% şəklində bölündü. Yazmasaz 33 datanın 66%-i treyndədir, 33%-i testdədir. Yaxşı. Mən sadəcə özüm bölürəm. Bayaqlar da özüm bölmək istəyirdim, sadəcə yazmağa çıxdı. Test size bərabərdir 0.2. Bunu da yazdığımıza görə bu niyə belə? Okey. İndi gələ bilərəm bura. Artıq data bölündü, amma data bölünməyində burada nələr baş verdi? Artıq o bayaqki dediyim nisbət qorundu. Yaxşı. Hətta yoxlaya da bilərəm əslində. Deməli, nəyə üzrə bölərəm? Sütun adı nə qoyayım? Income kateqoriya. Nöqtə value counts bölünsün. Then start train set. Adını isə bəyənmədim amma yox. Okey. Misal üçün 3-cü kateqoriyaya 35% düşür. Yaxşı. İkinci kateqoriyaya 31% düşür. Hansı ki, belə təqribi baxanda məntiqlidir. Gəncə bu bənzər bir nisbət var test üstündə yox. İndi təzə yazmayacağam. Kopyalayıb sadəcə testə çevirəcəm də. Yəni baxmaq istəyirəm ki, nisbətləri. O sadəcə faiz hesab. Bu adi faizdən çətin çəkmək olursa deyil, doğrudur. Train datasında qiymətləri tapdım. Value count bizə nə qaytarır? Hər qiymətdən nə qədər var? Ümumi sayına bölündə nəyə qaytaracaq? Təqribi faizi qaytaracaq. Eyni şey hesab edirəm test üçün. Və fikir edəcəksiniz ki, faizlər demək olar ki, eynidir. Və son bu bilirsiniz, çox balaca rəqəmdir. 35, 31, 17, 11, 3. Yəni train və test datasında nisbəti qoruya bildik. Məhz bu sütun üzərinə. Yaxşı. İndi eyni şey təkrarlaya bilərsiniz. Bu biz random böləndə də baxa bilərsiniz ki, bu nisbət qorunmuşdu yoxsa yox deyə. Açığı dediyim kimi data kifayət qədər böyüdü deyə çox yaxın qiymətlər olacaq. Misal üçün deyək 35, 38 bunda deyək, 36 bunda. Yəni qısaca olduqca 1%-lıq maksimum fərq olar. Yaxşı, belə deyək. Belə böyük bir fərq olmayacaq. Onun ehtimalını belə hesablaya bilərik. Yenə eyni məntiqdir. Sadəcə biraz təzəni yazmaq falan baş ağrısıdır. Amma bu formatda böyük bir fərq olmayacaqdır. Amma yenə də mən tamamilə qorumaq istədiyim üçün bundan istifadə edim. O da elədiyim şey nə oldu? Bir dənə buraya gəldim, stratify yazdım. Və hansı sütun üzrə nisbəti qorumaq istədiyimi qeyd edim. Yaxşı? Və bunu da nədir? İndi düzəltdiyim sütundur. Çünki yenə mənə lazım kategorikal qiyməti çevirmək lazım idi ki, həmin şeyi görə bilim deyəm. Əla, ümid edirəm buradakı hissə aydın oldu. Ondan sonra mənə başqa lazım olacaqsa hardadır? Burayla bağlı kimisə bir sualı varmı? Bunu silirəm. Kimsəsə kopyalayıb yapışdırıb şeylərdən. İndi burada başqa nəsə qeyd etmək istəyirəm. Gəlin, indi bunu etdikdən sonra gəlin bu sütunu silək artıq. Bu sütunu bir dənə datanı bölmək üçün istifadə elədim. Yəni bunu. İkisini də silək. For set in sağ olsun. Deməli set drop income cut. Okey, sadəcə elədiyim hissə nədir? Şey deyə bilərdim. Yazardım strat train set nöqtə drop. Sonra bu. Sonra strat test set drop bu. Sadəcə mən nə elədim? Loopda yazdım ki, hamısını bir-birindən yazmayayım. İkisi də 2 sətr oldu. Sadəcə daha səliqəli variantı burada. Set birinci nə olacaq? Set birinci bu olacaq. Doğrudur. Bu gəlsin, bu sütunu drop eləsin, sütun və yadda saxlasın. Sonra bu gəlsin, bunda da eyni əməliyyat baş versin. Deyim kimi 2 sətr ayrı-ayrı drop da yaza bilərdim, amma daha səliqəli yazmaq istədim sadəcə.
Və bu formatda artıq ikisində də həmin sütun silinir. Deyim ki, o sütunun belə xüsusi bir məqsədi yox idi. Bircə də məqsədi o idi ki, datanı sıraya şəkildə bölüm. Və gördüyünüz kimi sütun getdi. Ondan sonra artıq onun işim bitdi, silirəm. Yaxşı, həm trendə sildim, həm testdə sildim. Ümid edirəm buradakı hissədə aydındır. Deməli, ondan sonra burada bunu da deyim. Məsəl üçün, adətən bu maşınlar iki növ random splittingdən geniş şəkildə istifadə olunur. Bir, datanı bölmək üçün, daha doğrusu bu iki dənə üsulda tez görəcəksiniz. Random splitting var, hansı ki bu formatda random şəkildə bölürsünüz. Bir də bu hansı bir kateqoriyanıdakı nisbəti qoruyaraq bölməyə isə stratified sampling deyirlər. Stratified random sampling deyirlər. Və onu da burada eləmiş olduq. Kifayət qədər geniş istifadə olunduğu son trend tespitin içərisində buradakı arqumentdə var. Və beləcə də nisbətləri qoruduq. Sütunla işimiz bitdi, həmin sütunu sildik. Burada hazırdır. İndi bunu da etdikdən sonra növbəti etmək istəyəcəyim hissə hardadır? Gəlin ora baxaq. Deməli, indi isə gəlin datanı analiz etməyə davam edək. Çünki mən analiz edib əslində bitirmədim datanı. Sadəcə biraz baxdıq. Ondan sonra datanı böldük. Datanı bölmək üçün müxtəlif üsullar göstərdim. İndi də gəlin datanı biraz analiz edək. Dediyim kimi, testə baxmayacağıq, ancaq trening üzərində analiz edəcəyik. Deməli, housing yazıram. Copy. İndi edəcəyim hissə nədir? Sadəcə trening datasını kopyalayıram bura. Bunun əsas səbəbi nədir? İndi analiz edəcəm. Doğru, data üzərində bəzi dəyişikliklər edəcəm. Amma bu məqsədi deyil. Yəni, burada datanı hələ ki hazırlamıram. Hələ də analiz edirəm. Əsl dataya əl dəymək istəmirəm. Doğrudur. Çünki analizlərimə bəzi mənasız şeylər edəcəm. Çünki əvvəlcədən bilmirəm. Bu məntiqlidir, deyil. Bəlkə mənasız bir sütun yaratdım. Odur, budur falan filan. Köhnə dataya qayıtmaq istəyəcəm. Yəni buna. Kodu da təzədən başlatmaq istəmədim. Datanı təzədən yükləmək istəmirəm. Xüsusi ölçüsü böyüdüsə. Ona görə edəcəyim hissə nədir sadəcə? Kopyasını yaratmaq. Bunu bir dəfə demişdim. Və artıq data buradadır. Yəni burada etdiyim dəyişikliklər bura təsir etməyəcək. Oldu. Və bunu da götürüb indi başlayacağıq bu trend datasını analiz etməyə. Bu arada bu bayaqlar demək istəyirdim əvvəldə yadımdan çıxdı. Bu arada fikrim burada elədiyim hissə adətən bu notebooklarda, Jupyter notebook olsun, bu Google Colab olsun etdiyiniz hissə eksperimental hissədir. Yaxşı. Deməli datanı bölürük bir neçə hissəyə və analiz edirik qısaca. Özümüz baş düşməyə çalışırıq, təmizləyirik, modelimizi düzəldirik. Burada əsas məqsədimiz də özümüzün datanı başa düşməyi, yavaş-yavaş məntiqi qurmağımız, budur və s. Ondan sonra isə nə edirik? Deməli, ondan sonra isə bu arada yavaş-yavaş hazırlayıram. Adı bu raqı çox şey göstərməyə çalışıram deyə və sıfırdan düzəldirəm. Vaxtım alır. Yəni production leveldə nəsə hazırlamaya çalışıram. Yola verdiyi bir şey yox. Birinci dəfədə hazırlayıram deyə vaxtımı alır açığı. Amma yəni bu adətən edəcəyiniz nədir? Birinci götürürsünüz, burada analiz edirsiniz, modelinizi düzəldirsiniz, budur. Sonra isə məntiqli hissələrə böləcəksiniz. Misal üçün deyək ki, data ingestion hissəsi, data pre-processing hissəsi, post-processing hissəsi, misal üçün model training hissəsi, inference hissəsi və s. Yaxşı. Adətən yəni kursda əsasən fokuslanacağım hissə bu eksperimental hissədir. Bu pipeline-ları və s. bu bazar günləri, xüsusilə software engineering və s. hissələr haqqında ətraf düşdükcə pipeline-ları da böləcəyik. Amma əsas fokusumuz bura olacaq. İndi əsas istəyirəm ki, bunu da biləsiniz deyə, yəni buradakı şeyini işləməyə. Bunu adətən işdə öyrənirsiniz. Sadəcə bunu göstərməyimin əsas səbəbi hardadır? Adətən data scientistlərdə və s. çox software engineering tərəfi yaxşı olmur. Bu da iş tərəfdən problem tərəfdir əslində. Misal üçün, o deyirdim, adətən layihələrin böyük hissəsi production-a çıxmır və s. Əsas səbəblərdən biri də data scientistlərin və s. yaxşı software engineer olmamaqlarındadır problem. Ona görə istəyirəm ki, software engineering tərəfinizdə yaxşı olsun deyə artıq bunu dərs proqramına salmışam. Burada yavaş-yavaş tanış olacaq. Bəzən də burada yazıb sonra bura keçəcəyik və s. İndi burada sən yazandan sonra housing yazdıq, doğrudur. Ondan sonra edəcəyim isə hardadır? Kodu başlatmamışam. İndi sən datanı biraz da analiz edək, görə başqa nələrə baxa bilərik deyə. Misal üçün, mən baxa bilərəm, bir correlation-a baxa bilərəm. Correlation-a mı baxam indi? Gəlin correlation-a baxaq. Misal üçün, mən baxa bilərəm ki, axtardığım sütun nədir? Evlərin qiymətini tapmağa çalışıram. Doğrudur. Və misal üçün, mən baxa bilərəm ki, hansı sütunla bunun arasında bir əlaqə var, yəni correlation var. Doğrudur. Misal üçün, mən baxmaq istəyirəm ki, insanın gəliri ilə
ev qiyməti arasında necə bir əlaqə var? Müsbət əlaqə var, mənfi əlaqə var, ümumi əlaqə var. Bunun bu arada şeydə Matplotlibdə data analiz yerində danışmışdım bu arada. Bunun çətin yazılmadı. Necə eləmişdim? Gəlmişdim. Yazmışdım. Hansı sütun üzrə mənə maraqlıdır yazmışdım. Yəni bu dəqiqə axtardığım target sütunum budur. Doğrudur. Və bir yazıram core, yəni correlation. Buna Pearson correlation deyirlər bu arada. Və okey, işləmədi. Nəyə görə işləmədi? Çünki bu sütuna görə. Doğrudur, burada text var. Numeric only, numerical only, əmin deyiləm. İkisini yoxlayarım, numeric only yazdım. Deyil. Okey, belə bir şey yoxdur deyir. Numerical, gəlin baxaq da belə. Qəs etməyə çox bir mənası yoxdur. Açılmır. Bu bəzən açılmaya bilir. İnternetdən baxaq. Deyim ki, hər şey əzbərdən bir məziyyət yoxdur. Görürsünüz ki, nə qədər şey göstədirəm, əzbərləməyin, alınmayacaq. Siz gəlirsiniz, lazım olsa sizə baxırsınız. Numerik onu yazmadım mı? Yoxsa onu maraqlıdır. İndi başqa bir şeyimi səhv yazmışım. Yox, başqa bir problem. Hə. Pisi. Error'u oxuyaq. Nə deyir? Ki, seriyasının belə bir şey yoxdur. Seriyası nə idi? Bir dənə sütununda seriyası idi. Doğrudur. Amma data frame'im var idi. Məsələn, səhv yazdım. Belə yazsam, bütün sütunlar üzrə, hər bir sütunun, hər bir sütunla correlation'ı göstərir. Məsəl üçün, bunun arasında gəlir bir correlation var. Bunun arasında gəlir bir correlation var. Bunun arasında gəlir correlation var. Mənə bir dənə bu lazımdır deyə. Belə. Və deyim ki, errorları oxumağı bacaran mən həqiqətən deyərdim ki, bir proqramistin ən vacib bacarıqlarından biridir. Errora birinci fikir vermədim, sonra fikirləşmiş, nəyə səhv yazmışam. Və bu formatda görə bilirəm ki, hər bir sütunla bu sütun arasında necəli bir correlation var deyə. Hətta, məsəl üçün, o bayaqki bizə expertin dediyi mövzu doğruymuş. Median income-la ev qiyməti arasında olduqca yüksək bir correlation var. 70%. 70% hansı ki, güclü correlation sayılır. Aydındır. Normalda 70% əldə etmək əslində çətindir, bir çox halda olmur. Ona görə məsələn, oradakı nisbəti qorumağa çalışdıq. Və bu formatda görə bilirik ki, hətta burada sort var idi aradasa. Yox, burada Pearson yazılıb. Sort values yazarım da o zaman. Okay. Sadəcə çünki bir çox bir aşağı baş düşməyə çətin idi, sadəcə istəmişəm sizə gəlirdim. 100%'lıq onsuz özü ilə öz arasında 100% bir correlation var. Bu məntiqidir. Yəni öz artanda öz artır, öz azalanda öz azalır da. O həmişə 100% olacaq. Deməli, median income-la median house value arasında 68% bir correlation var. Hansı ki, baxın, olduqca yüksəkdir. Və bu nə deməkdir? Bu deməkdir ki, 70% olduqca güc, very strong sayılır, səhv etmirəmsə. Deməli, olduqca güclü bir correlation var. Bu da ki, hissəni görə bilirik. Məsəl üçün, digər sütunlar arasında çox da böyük bir xətti correlation yoxdur. İndi bunda nə demək istədiyim haqqında indi danışacağım. Mən bu formatda sadəcə görə bilirəm ki, necəli bir əlaqə var deyə. Aydındır. İndi, bura qədər kiminsə bir sualı varmı? Mən bir sual verim. Sizdəki dəyərlərdən bizdəki dəyərlər arasında aşağı-yuxarı biraz fərq olsa normaldır o? Buradakı son bir-iki rəqəm ola bilər, amma belə overall yox. Okay. Tutaq ki, total bedroom 0.05-dir sizdə, məndə 0.4-dir, yəqin normaldır o qədər. 1%. Ola bilər, yəqin bəlkə datanı düzgün qarışdırmamışsınız və əsər olmuş ola bilər. Problem deyil, yəni yaxında kifayət qədər. Okay. Deməli, bu formatda kodumuzu yazdıq, doğrudan nəticəmizi əldə elədik və görə bildik ki, fikir verirsiniz deyim ki, hələ də mən sadəcə analiz edirəm, hələ də koduma başlamamışım. Burada deyim ki, bu kodların hamısı bu qeyd etdiyim kitabdan da yaxşı. Biraz mən dəyişiklik edirəm, özümə görə nəsə əlavə edirəm açıq adətən. Xüsusilə qabağa getdikcə daha da çox şeylər əlavə edəcəyik. Xüsusilə riyazi bölmələrin sıfırdan yazılması orada yox idi, sıfırdan yazacaq və s. Amma deməli, o kitab olduqca yaxşıdır, qısız demək istədiyim sizə oradadır. 10 dəfədən çox oxumuşum onu. Deməli, burada qeyd etmək istədiyim sizə haradadır? Okay, bu formatda correlationları görə bildik, doğrudur. Ondan sonra isə burada sadəcə bunu demək istəyirəm. Bu bizim istifadə etdiyimiz Pearson correlation'dır bu halda.
Pearson correlation-da hansı ki statistikada yəni göstəriləcəm necə işləyir deyə, ancaq həddi correlation-ı göstərir. Yaxşı, həddi correlation-da o deməkdir ki, bilmirəm belə bir şey yazsam. Pearson. Orada maraqlı bir şey. O kitabdan olan şəkil gəldi bu. Okay. Ancaq həddi correlation-ı göstərir. Həddi correlation göstərmək nə deməkdir? Bu formatda bir şey varsa, məsələn, X-də bir variable'ımız var, median house value. Y-də isə başqa bir şey. Məsəl üçün, median income var. Okay. İkisi də həddi istiqamətdədir. Okay. İkisi də göstərir. Yəni, bunu göstərəcək. Hətta bunu 100, yəni 1 göstərəcək. Burada misal üçün görmək olur ki, x artanda y də artır. Bu açıq şəkildə göstərir. Burada bilmirəm kompüterin seçilir, amma azda istiqamət var. X artanda y artır. Burada 0-dır. Çünki bu nə deməkdir? İki variable arasında heç bir əlaqə yoxdur, randomdur bu. Yəni biri artmağı digərinə təsir eləmir. Doğrudur. Ondan sonra random deməzəm yenə də. Bəlkə deyim, həm də bu şey fikirləşim. Anyways, bu isə nədir? Tərs bir əlaqə var. Fikir verirsiniz nədir? Biri artanda bu adi fizikal. Bu harada keçirir? Biz fizikal keçirik, izah keçirik. Tərs mütənasibdə doğru biri artanda digəri azalır. Burada da daha aydın seçilir. Burada əmələ başlayan biri artanda biri biraz artsa digəri həmişə azalır. Aydındır? Dərəcənin önəmi yoxdur. Sadəcə biri azalırsa azalır, digəri artırsa artır. Okay, süper. Onsuz normallaşdırılır oradakı value sonunda. Correlation-da, düsturluydu. Bu formatda. Yəni bu formatdakı əlaqələri göstərir və dediyim kimi müsbət və mənfinin sənin üçün bir fərqi yoxdur. Model onu öyrənəcək. Sadəcə model baxıb başa düşə biləcək ki, onsuz demişdim, bir çox riyazi modelin arxasındakı düstur nə idi? Hələ ki belə gedək, dediyim kimi daha dərin düşəcəyik. Buydu, doğrudur. Sadəcə model fikir verəcək ki, əlaqələri öyrənəcək ki, okay, bu variable, məsəl üçün median income artanda nə olur? Evin qiyməti artır. Onda mən bunu nə etməliyəm? Məntiqən müsbət bir rəqəmə vurmalıyam. Model bunu başa düşəcək təqribi. Yaxşı. Tam olaraq belə deyil, amma yəni bu əlaqəni tutacaq törəmələrlə, hesablamaqlarla və s. hansı ki, demişəm, açacağıq. Amma bu tipdə əlaqəni tutmaq olur artıq. Yaxşı. Və tərsinəsi də olanda, okay, nə olacaq? Deməli, mən nə etməliyəm? Mənfi bir rəqəmə vurmalıyam da ki, nəticəni əldə edim. Bu qədər sadə. İndi, amma sadəcə bu Pearson correlation belə bir pis tərəfi var. Bu ancaq xətti əlaqələr göstərir. Yaxşı. Yəni, nə deməkdir bu? Məsəl üçün, mən burada sıfıra yaxın rəqəmlər baxsam, məsəl üçün, bu sıfır olduqca yaxındır population. Doğrudur. Amma burada sıfır olmağı, hətta tam olaraq sıfır qaytarmağı, tam olaraq sıfır qaytarmaz, amma yəni də sıfıra çox yaxın bir rəqəm qaytarmağı belə o demək deyil ki, bu sütun sizə lazım deyil. Bu sizə məlumat vermir. Çünki Pearson correlation deyim ki, ancaq xətti əlaqələri göstərir. Yəni bir sütun artanda digəri artırsa, ya da ki bir artanda digəri azalırsa, bunları göstərir. Amma başqa cür əlaqələr varsa, onları tutmur. Məsəl üçün deyək ki, deyək ki, x yenə buradadır, y buradadır. X-lə y arasında hansısa bir əlaqə var da, açıq şəkildə. Görürsünüz, birinci aşağı düşür, sonra qalxır, aşağı düşür, qalxır. Belə bir qəribə bir əlaqə var. Doğrudur? Açıq aydın şəkildə. Onda bu random olur da. Açıq aydın şəkildə x-lə y arasında hansısa bir əlaqə var burada. Pearson correlation bunu tutmur. Riyazi model tutacaq. Kifayət qədər kompleksdirsə, doğrudur. Bunu tuta biləcək. Amma bu adi correlation burada Pearson correlation bunu göstərməyəcək. Onun üçün dediyim kimi, bunu göstərməməyi o sütun lazımsızdır mənasına gəlmir. Göstərməyi o demək ki, super işimizə yarayacaq, amma göstərməməyi işimizə yaramır mənasına gəlmir. Aydındır. Bu formatda da artıq baxa bilərik. İndi açıq yenə analiz edib qutara bilmədik. Fikir verirsən, göstərməli hissələr çoxdur. İşləmə yazılar yenə. Deməli, gələn dərs yenə buradan davam edəcəyik. Cloud account verirlər mənə. Buradan davam edəcəyik. Əgər düzəldib qutara bilsək, yavaş-yavaş modellərimizi düzəltməyə başlayacağıq. Elə buradan data analiz edəndən sonra. Amma dediyim kimi, heç bir halda birbaşa modeli düzəltmirsiniz. Çox bərbad bir yaxınlaşmalıdır. Fərqi yoxdur var, data nə oldu? Deyək ki, şəkil oldu. Doğrudur. Sizə lazımdır baxmaq o şəkilləri, məntiqini başa düşərsiniz ki, bu şəkil doğrudan da, misal üçün, real həyatı reprezent edir ya yox. Ancaq günəşli şəkillərin qoymanın mənası yoxdur. Ancaq keyfiyyətli şəkillərin mənası yoxdur bir çox halda. Dataya baxmalısınız, başa düşməlisiniz. Nə tipdə datalar var? Bu data ilə axtardığınız şeylər o istifadə edəcəyiniz iş üçün uyğun gəlirmi, gəlmirmi? Datanın yayılmağıdır, odur, budur və s. Bunlar hamısı baxmalı olduğunuz amillərdir. Bunların hamısını edəndən sonra riyazi model düzəltməyə başlayırsınız. Xüsusilə burada daha da önəmli olmağa başlayır. Çünki məsəl üçün computer vision'da deyək ki, əlinizdə olacaq milyonlarla şəkil. Doğrudur, milyonlarla şəkil var. Təbii ki, onun hamısına baxmayacaq. Yenə də ideyanız olsun deyə biraz baxacaqsan, bu qədər dərinə düşmürsünüz adətən. NLP-də orada transformerlar var.
şeydir, bütöv RTN üzərində treyn olurlar. Yəni pre-training hissəsində az qala hansı yerde data üzərində treyn edirlər yəni. Orada artıq çox da önəmli olmaya bilər. Amma burada dəhşət önəmli hissələrdir. Yəni bunu etməsiz, promoy model düzəltsəz, əldə etdiyiniz nəticənin bir mənası yoxdur. Okay, bu günlük bu qədər. Kiminsə bir sualı varmı və başçımız bir hissə varmı? Təşəkkür Sağ olun, edirəm. Sağ olun. Okay, tamam. Sağ olun, özünüzə yaxşı baxın. Kəndə görüşərik. Sağ olun. Sağ olun. Tamam. Sağ olun.